Hörmətli həkimlər, hər birinizi salamlayıram. Əvvəl özümü təqdim edeyim. Yeganə Heydərova, inteqrativ tibb həkimi, pediatr, bioloji təbabət klinikasının elmi şöbəsinin biotənzimləyici terapiya üzrə əməkdaşı. Bugünkü mövzumuz deməli xroniki xəstəliklərin patogenezində əsas amillərdən biri oksidativ stres haqqında danışmaq istəyirəm. Xroniki xəstəliklər bilirik ki, xroniki xəstəliklərin kökündə xroniki səssiz bir iltihab durur. Onun da deməli səbəbləri həddən artıq çoxdur. Bu gün mən onlardan yalnız biri haqqında danışacağam, oksidativ stres haqqında. Biri amma çox böyük bir həlqəni əhatə edən. Biz hamımız bilirik ki, iltihab orqanizmin xarici və daxili qıcıqlara qarşı orqanizmin verdiyi cavab reaksiyasıdır. Yəni oksidativ stres nə deməkdir? Bədəndə, orqanizmdə sərbəst radikalların, aktiv oksigen formulalarının həddən artıq toplanması deməkdir oksidativ stres. Adətən deməli oksidativ stres bədəndə müxtəlif belə deyək ki, proseslər nəticəsində toplanır. Həm fizioloji proseslər nəticəsində, həm də deməli iltihab nəticəsində, patoloji proseslər nəticəsində sərbəst oksigen radikalları toplanmış olur. Leyla xanım, səsim eşidilir mənim? Yegan xanım eşidilir, danışın. Hə. Deməli, adi tənəffüs edəndə, nəfəs aldıqca, yaxud hər hansı bir mübadilə proseslərində oksigen sərfiyyatı olur, maddələr mübadiləsində, mitoxondrinin çalışması zamanı bədəndə, yəni fizioloji proseslər nəticəsində də sərbəst oksigen radikalları sintez olunur. Bundan başqa, iltihab zamanı bu, yəni ən çox deyərdim ki, sərbəst oksigen radikalları əmələ gəlir iltihab zamanı. Hər hansı bir virus, mikrob, bakteriya deyək də, bakteriya, virus, göbələklər, parazit, yaxud hər hansı bir antigen bədənə daxil olduqda ona iltihabla reaksiya verir. Və zədə yerinə adətən immun hüceyrələr gəlir ki, neytrofillər, makrofaqlar, bunlar özlərindən çoxlu sayda reaktiv oksigen formulaları ifraz edirlər ki, həmin iltihab prosesini həyata keçirsinlər, həmin törədicini deyək ki, zərərsizləşdirsinlər. Amma sonra, yəni bu proses başa çatdıqdan sonra həmin sərbəst oksigen radikalları mütləq neytrallaşmalıdır. Onların neytrallaşması üçün orqanizmdə böyük bir antioksidant şəbəkəsi var. Bunun da böyük bir hissəsini əhatə edir suda həll olan vitamin C, yaxud askorbat deyək, əhatə edir. Həmin bu deməli əslində oksidativ stres həmin sərbəst oksigen radikalları ilə, başqa sözlə desək, oksidantlarla deməli oksidant sistemi arasında bir balanssızlığın əmələ gəlməsi nəticəsində olur. Yəni antioksidant az olur, reaktiv oksigen radikalları isə çox olur bədəndə. Burada əsas deməli budur, bunu qeyd etməliyik ki, həmin radikallar sərbəst yaşaya bilmirlər. Çünki onların cüt elektronları yoxdur, bir elektronları var və onlar mütləq öz fəaliyyətləri üçün deyim, yaşaması üçün deyim, nə ilənsə birləşməlidirlər və onlar neytrallaşmayanda, sərbəst qalanda sağlam hüceyrənin membranı ilə birləşirlər və yenidən burada zədə əmələ gəlir. Zədə yerinə yenidən immun hüceyrələr gəlir, neytrofillər, makrofaqlar gəlir. Onlar yenidən sərbəst radikallar ifraz edirlər. Bayaqdan antioksidant çatmamazlığı var idi onsuz da. Bu sərbəst radikallar neytrallaşa bilmirdi. Bu deməli balanssızlıq biraz da artır və beləliklə çox bir-birindən bağlı zəncirvari reaksiyalardan ibarət olan qüsurlu bir dövran yaranır. Sərbəst radikalların miqdarı çoxalır,
antioksidanın miqdarı isə az olur və onlar zərərsizləşə bilmirlər. Belə vəziyyətə deyilir oksidativ stres. Əslində sərbəst radikallar orqanizmdə fizioloji reaksiyalar üçün olduqca vacibdirlər. Onlar deməli hüceyrədə siqnal ötürücülüyündə, apoptozun tənzimində, immun sistemdə çox mühüm rol oynayırlar. Sadəcə onların o sərbəst qalanda, yəni onların artıq qalan hissəsi neytrallaşa bilməyəndə onlar artıq çevrilirlər orqanizmə zərər verən bir maddələrə, birləşmələrə və buna deyilir oksidativ stres. Və yaranan həmin oksidativ stresin təsiri nəticəsində daimi davam edən bu iltihab prosesi, buna səssiz iltihab deyək, səssiz qatil deyək, bu iltihab prosesi orqanizmdə daha çox iltihab mediatorlarının toplanmasına və müxtəlif orqanlarda xroniki bir iltihabın əmələ gəlməsinə səbəb olur. Bu slaydda göstərildiyi kimi oksidativ stres bərabərdir vitamin C defisitinə, vitamin C defisiti bərabərdir oksidativ stresə. Yəni bəzən orqanizmə normal qidalanma ilə çatmayan antioksidant çatmamazlığı, vitamin C çatmamazlığı özü o fizioloji iltihabı da patoloji iltihaba çevirir. Yəni bugünkü qidalarla, fast food qidalarla normal bədənə daxil olmayan vitamin C daxil olmur, defisit yaranır və bu özü də oksidativ stresə gətirib çıxara bilir. Nəyə görə vacibdir vitamin C-nin deməli daima normal qəbulu deyim, normal bədəndə miqdarının normal saxlanmağı? Çünki o deməli suda həll olan plazmada, hüceyrə xaricində, hüceyrə daxilində antioksidant kimi fəaliyyət göstərən antioksidantların çox böyük bir qrupunu əhatə edir. Həm reduksiya edicidir, həm oksidləşdiricidir. Eyni zamanda suda həll olandır və eyni zamanda orqanizmdə sintez olunmur. Yəni zamanla insan orqanizmi L-glunolakton oksidaza fermentinin defekti nəticəsində vitamin C sintezini itirmişdi. Hansı ki, bəzi heyvanlarda glukozadan qaraciyərdə vitamin C sintez olunur. Ona görə biz daima vitamin C-ni kənardan almalıyıq. Deməli, bir sözlə yaranan deməli, oksidativ stres iltihab hüceyrələrinin aktivləşməsinə, xroniki iltihaba səbəb olur ki, bu xroniki iltihab indi daha çox istifadə olunur səssiz iltihab termini ilə. Bütün xəstəliklərin kökündə durur bu. Yəni onkoloji xəstəliklər, depressiyalar, neyrodegenerativ xəstəliklər, hətta bugün deyirlər belə yəni qeyd edirlər ki, autizmin özü, allergiyalar, kardiovaskulyar xəstəliklər, ümumiyyətlə bütün xəstəliklərin kökündə xroniki iltihab durur. Xroniki iltihabın da deməli oksidativ xroniki iltihabın da yaranmasında oksidativ stresin çox böyük rolu var. Vitamin C-nin bilirik ki, tək antioksidant təsiri yoxdur. Onun təsiri çox hədəflidir, çox funksiyalı bir vitamindir. Onun yəni o olmasa, insan orqanizmində çatmasa, necə ki vaxtı ilə epidemiyalar olub, sinqa epidemiyaları olub, çox ağır xəstəliklərə, çox ölümlərə gətirib çıxarıb. Yəni onun çatmamazlığı bu qədər, yəni bu qədər vacib bir vitamindir. Onu qeyd etmək istəyirəm. Bir də onu qeyd etmək istəyirəm ki, mən baxmayaraq ki, özümdə praktik həkiməm, amma elmi şöbənin biotənzimləyici terapiya üzrə əməkdaşıyam və bugün burada olan bütün slaydların hamısının qaynağı var, mənbələri var, tədqiqatları var. Bəri başdan bunu bildirmək istəyirəm ki, bu hamısı tədqiqatlara söykənən məlumatlardır. Elə bilirəm ki, həkimlər üçün çox dəyərli məlumatlar olacaq. Deməli, vitamin C bilirik ki, həm oral yolla alına bilir, həm parenteral yolla alına bilir. Amma bugünkü məlumatlar bildirir ki, kliniki istifadəyə məhz intravenöz yüksək dozalı vitamin C
e, yararlıdır. Nəyə görə bu belədir? Bizim vitamin C-nin, deyək, askorbatın lazımi funksiyalarını həyata keçirilməsi üçün deməli o qanda milli mol səviyyəsində olmalıdır. Milli mol səviyyəsində olmayanda o lazımi funksiyaları müxtəlif. İstəyir antioksidant funksiyası olsun, kollagen əmələ gətirmə funksiyası olsun, iltihab əleyhinə və digər sitotoksik və s. funksiyaları olsun. Yəni onların həyata keçməsi üçün mütləq vitamin C qanda milli mol səviyyədə olmalıdır. İndi bu slaydı ona görə yerləşdirmişəm ki, yəni oral qəbul zamanı artıq məlumdur ki, müəyyən bir miqdarda vitamin C-nin mənimsənilməsi mümkündür. Bilirik ki, 12 barmaq bağırsaq və nazik bağırsağın proksimal hissəsindən vitamin C sorulur, natri kanalları ilə sorulur və onun çox az bir sorulmaq imkanı var. Bizim nə qədər vitamin C qəbul etməyimizdən asılı olmayaraq. Bu slaydda, yəni burada mavi tərəfdə, bax, bir gün ərzində 1 qram vitamin C qəbul edəndə qanda millimoldan 0,85 millimol vitamin C alınıbdır. Baxmayaraq ki, bir gün ərzində 18 qram, yəni 3 qramdan gündə 6 dəfə vitamin C verilib, tədqiqat aparılan insanlara, onların qanında milli molla səviyyə artıb olub 0,22. Yəni aralarındakı fərq çox azdır. Baxmayaraq ki, qramla miqdarı həddən artıq çoxdur, amma onun sorulması, yəni 1 qramın üstündə olanda artıq 50%-ə qədər, 3 qramın üstündə olanda 65%-ə qədər az sorulur və nəticə etibarilə qida ilə nə qədər bol vitamin, yaxud oral vitamin C alsaq da onun müəyyən bir miqdarı sorulur, digəri isə müəyyən turşulara parçalanır, oksalata çevrilir və s. Parenteral qəbul zamanı yüksək dozalı vitamin C-nin parenteral qəbulu zamanı 7,5 qram paskorbindən söhbət gedir burada, 50 millilik. Qanda deməli milli molla səviyyə 2,38 olub. Burada görürük ki, təxminən baxmayaraq ki 18 qram 7,5 qramdan 2 dəfədən də çox artıqdır. Amma milli molla qanda alınıbdır təxminən 10 dəfə çox miqdar və 15 qram paskorbin verəndə 2 dəfədə qanda onun miqdarı artıbdır. Bu da bizim xəstəliklər üçün, oksidativ stresin aradan qaldırılması üçün vacibdir ki, qanda milli molla alınsın. Bu slaydı isə yerləşdirmişəm. Deməli, sağlam insanlarda, heç bir xəstəliyi olmayan insanlarda yaşıl zolaqda yerləşibdir. Milli qramla götürsək 1,8 olub, deməli, vitamin C-nin qandakı səviyyəsi, milli molla isə 0,6-dır bu. Deməli, Almaniyada belə qeyd edirlər ki, 0,9 milliqram desilitr olmalıdır qanda miqdarı sağlam insanlar, sağlam olmaq üçün, yəni sağlam insanlarda profilaktik onu elə qəbul etməlidirlər ki, yaxud qida ilə elə qəbul olunmalıdır ki, 0,9-un üstündə olsun. Amma xəstəliklər zamanı, istər kəskin, istər xroniki xəstəliklər zamanı ehtiyac 15-30 dəfə artıq olur. Yəni onun sərfiyyatı da 15-30 dəfə artıq olur, ehtiyac da 15-30 dəfə artıq olur və bu sağlam miqdarda göstəriləndən qat-qat artıq vitamin C-yə ehtiyac olur, hansı ki oksidativ stresi dayandırmaq və xroniki xəstəlikləri, xroniki iltihabı nəzarət altına almaq üçün. Burada deməli göstərilib ki, damar və onkoloji xəstəliklərin qarşısını almaq üçün minimal ehtiyac 0,54-dən 0,9 milliqram desilitr arasındadır qanda olan miqdarı və 0,54-dən aşağıda isə 0,18-ə qədər subklinik çatışmazlıqdır. Yəni, bugün sinqadan danışmırıq. Sinqa demək olar ki, çox az rast gəlinir.
meyvələrin qəbulu ilə, tərəvəzlərin qəbulu ilə, yəni vaxtı ikən sinqanın vitamin C ilə əlaqəli olduğu bilinəndən sonra onun qarşısı alınmağa çalışıbdı. Amma əksər insanlarda deməli qanda el askorbatın səviyyəsi subklinik çatışmazlıq vəziyyətindədir. Buna görə də bu deməli xəstəliklərin xronikləşməsində çox mühüm rol oynayır. Artritin əmələ gəlməsində, allergiyalarda, xroniki infeksiyalarda, xərçəngin formalaşmasında subklinik çatışmazlığın çox mühüm rolu vardır. Deməli, yerləşdirmişəm burada bir neçə tədqiqatı yerləşdirmişəm. Yəni Amerikalılar arasında aparılıbdı tədqiqat 10%-də ciddi vitamin C defisiti olubdur, 15-20%-də isə subklinik defisit vəziyyəti olub. Deməli, təxminən əhalinin 30%-də vitamin C-nin əməlli başlı çatmamazlığı var və qeyd edirlər ki, sosial-iqtisadi vəziyyəti aşağı olan əhali arasında bu daha çoxdur. Yəni subklinik çatmamazlıq vəziyyəti daha çoxdur. Bu slaydda isə yüksək dozalı vitamin C-nin özünün doza aralıqlarını yerləşdirdim. Bu sonraki slaydlarda bizə lazım olacaq. Deməli, yüksək dozalı vitamin C, yəni paskorbin 7,5 qram 50 millilik flakonlarda olan paskorbini biz adlandırırıq yüksək dozalı vitamin C. Amma bu yüksək dozalı vitamin C arasında da müxtəlif dozalar var. Yəni antioksidant effekt almaq üçün 0,1-də uşaqlarda, körpələrdə olan doza götürülübdür. Yəni böyük adamlarda, 12 yaşdan yuxarı insanlarda antioksidant effekt almaq üçün adətən istifadə olunur 7,5-10 qram yüksək dozalı vitamin C. Orta doza, yəni modulyar effekt almaq üçün bu adətən istifadə olunur autoimmun xəstəliklərdə. Effekt almaq üçün 10-30 qramdır. 10-30 qram. Yüksək prooksidant, yəni xərçəngdə istifadə olunan isə 30 qramın üstündədir. Bu da tədqiqatlarıdır. Üzərində dayanmıram. Materialı hansı həkim əgər istəyərsə nümayəndələrdən istəyə bilər. Məqalələrlə, tədqiqatlarla yaxından tanış olmaq istəyərsə özü də alıb oxuya bilər. Bu slaydda isə nəyi göstərirlər, daha doğrusu bizə nəyi izah etmək istəyirlər? Hansı orqanın, hansı toxumanın vitamin C-yə daha çox ehtiyacı olduğunu. Və qrafiklərdən görünür ki, hipofiz, böyrək üstü vəz daha çox vitamin C tələb edir. O öz hormonlarını sintez etmək üçün, öz funksiyalarını yerinə yetirmək üçün onun vitamin C-yə çox böyük ehtiyacı var. Yəni bədənə düşən vitamin C-nin çox miqdarını milliqram desilitrlə götürülüb hipofiz böyrək üstü vəz özünə çəkir. Ondan sonra gəlir leykositlər. Slaydı ona görə yerləşdirdim ki, sonraki slaydın izahatı üçün. Deməli, leykositlər də biz bilirik ki, immun hüceyrələr leykositlərə aiddir də, leykositlərin içində cəmləşibdir. Deməli, leykositlərdə vitamin C-nin çatmamazlığı olarsa, biz nə qədər immunmodulyasiya edici preparatlar da versək və immun sistemin güclü çalışmasını istəsək, infeksiyalardan qorunmağı istəsək, onu yaxşı əldə edə bilməyəcək. Çünki əgər leykositin tərkibində ona lazım olan qədər vitamin C olmasa, o öz işini normal yerinə yetirə bilməyəcək. O leykositlərdən söz düşmüşkən, deməli, paskorbinin yüksək dozalı vitamin C-nin istifadə olunduğu sahələr göründüyü kimi daha çox infeksiyalardır. Yəni, bütün dünyada da belədir, Almaniyada da belədir, bizim ölkəmizdə də belədir. Covid vaxtı biz onun istifadəsini daha çox gördük. Covid vaxtı hansı həkimlər ki, çəkinirdilər yüksək dozadan, müxtəlif faklardan qorxurdular, laxtalanmadan, şəkər artımından və s. Covid vaxtı istifadə olundu, hətta hər gün istifadə olundu, 2-2 istifadə olundu və bu qorxunu
aşdıqda keçdik bu qorxunu. Yəni bütün dünyada infeksiyalarda daha çox istifadə olunur. İnfeksiyalarda birbaşa leykozitlərlə bağlı deyil. Ona görə leykozitlər daha çox vitamin C tələb edirlər. Ee, Bu virus bakteriya üzərində bir-iki kəlmə deyəcəm. Əsas burada məqsədim daha doğrusu digər xəstəliklərdə nəyə yarayır bu, onu daha çox vurğulamaq istəyirəm. Tədqiqatlarını sizə göstərmək istəyirəm. Deməli bilirik ki, törədicilərlə mübarizə üçün immun hüceyrələr reaktiv oksigen formaları istehsal edirlər və immun hüceyrələrin vitamin C-nin yüksək konsentrasiyalarına ehtiyacı var. Eyni zamanda immun hüceyrələrin qorunması üçün vitamin C-yə çox böyük ehtiyacı var. Və virus infeksiyaları zamanı da bilirik ki, interferon sintezi üçün, komplement sintezi üçün, ümumiyyətlə natural killerlərin aktivləşməsi üçün, xemotaksisin normal getməsi üçün, fagositozun normal getməsi üçün bütün o reaksiyalarda vitamin C-nin çox böyük rolu var. Və bu terapevtik faydası da tədqiqatlarla öz sübutunu tapmışdır. Bakteriyalar üçün isə onu vurğulamaq istəyirəm ki, bu sadaladıqlarım hamısı bakterial infeksiyalara da aiddir. Amma eyni zamanda elmi tədqiqatlar göstərir ki, vitamin C-nin subklinik vəziyyəti, yuxarıdakı slaydda göstərdiyim kimi əksər adamlarda subklinik vəziyyətdə 0,54, 0,18 mg bir desilitr səviyyəsində olur qanda miqdarı. O insanlarda antibakterial immun funksiya zəifləyir. Və eyni zamanda biz bilirik ki, bugün antibiotiklər çox istifadə olunur və antibiotiklərə rezistentlik var mikroblarda, rezistentlik yaranır. Onlarda beta-laktamaza aktivliyi artır, onlar da yaşamaq istəyir. Bakteriyalar beta-laktamaza ifraz edirlər və laktam qruplarını parçalayırlar. Məhz askorbat beta-laktamazanın aktivliyini əhəmiyyətli dərəcədə azaldır. Hətta bir tədqiqatda göstərir ki, inqibə edir və antibiotikə həssaslığı artırır. Bu, deməli, sepsis yaranmanın, fəsadların, xronikləşmənin, antibiotikə tabe olmamanın qarşısının alınması deməkdir. Deməli, virusin ona görə də elə bütün dünyada infeksiyalarda, virus infeksiyalarında, bakterial infeksiyalarda, sepsisdə, hətta reanimasyon vəziyyətdə yüksək dozalı vitamin C digər sahələrdən daha çox istifadə olunur. Yüksək dozalı vitamin C-nin iltihab əleyhinə təsiri var. O da öz tədqiqatlarla özün göstərilibdir. Bilirik ki, biz iltihab zamanı əsasən xronik iltihab zamanı interleykin 6 artır, CRP artır, fibrinogen artır, trombosit aktivliyi, tromboz riski və s. olur. Və yüksək dozalı vitamin C reaktiv oksigen atomlarını formalarını azaltmaqla, MF-kabini azaltmaqla, interleykin altını azaltmaqla, azot oksid sintezini yaxşılaşdırmaqla, CRP-ni azaltmaqla xroniki iltihabda iltihab əleyhinə təsir göstərir. Onun iltihab əleyhinə təsiri revmatik xəstəliklərdə, revmatoid artritdə deməli, onun da tədqiqatları var. Yuxarıda sadaladığım yollarla, orada da sitokin fırtınasının, oksidativ stresin, CRP-nin azalmasına kömək edir. Belə bir tədqiqatı var. 7,5 50 qram dozalarda istifadə olunub. C-reaktiv zülalın səviyyəsini 44% azaltmışdır. Meta-analizlər şəklində var. Randomizə olunmuş kontrollu tədqiqatlar və meta-analizlərdə var ki, vitamin C CRP-ni azalda bilir. Yəni iltihab əleyhinə təsiri var. Vitamin C-nin yəni hamımızın ən yaxşı bildiyimiz həkimlərin tərəfi odur ki, kollagenin kofaktorudur. Yəni bugün biz nə qədər kollagen tərkibli dərmanlar qəbul etsək, iynələr vursaq, yaxud xaş yeməyi, sümük suyu içməyi məsləhət görürlər. Amma vitamin C çatmasa, yenə də biz normal kollageni əldə edə bilməyəcəyik. Yəni, kollagenin bilirik ki, o 3 spirallıdır. Onun bir-birinə normal prolinizindən sintez olunur. Normal sintez üçün, möhkəm olması üçün mütləq vitamin C-yə ehtiyacımız var. Yəni, bütün bədənin zülallarının
e, bəlli xeyli bir hissəsini əhatə edir kollagen. Hansı ki o sümüklərin tərkibində, e, əzələlərin, bağların, hətta qan damarlarının, bağırsaqların, e, ürək klapanlarının və sairənin tərkibində kollagen var. Sağlamlıq üçün olduqca vacibdir ki, normal bir kollagen sintez olunsun. Bir müəllimimin dediyi kimi bunu bir neçə dəfə də misal gətirmişəm. Həmişə vurğulayır ki, bunu belə yadda saxlayın ki, sanki bir uşağın saçını hörürsünüz və bitəndə hörük bir rezin vurursunuz hörük bitəndə. O əgər getdi həyətdə oynadı, qaçdı, o açılacaq hörük. Və bu vitamin C defisitinin vəziyyətidir. Amma əgər vitamin C normal olarsa, qanda milli mol səviyyələrlə onu saxlaya biləriksə, o elə bil hər hörüyü hər dəfə hörəndə ora bir rezin vurmuş olacaq və nə qədər uşaq qaçsa da, oynasa da onun hörüyü açılmayacaq. Kollagen, normal kollagen buna bənzəyir. Ona görə bugün biraz sərt şotka ilə dişi sürtən kimi diş əti qanayır. Bu kollagen çatmamazlığının bir göstəricisi də budur. Yaxud bugün osteoporoz həddən artıq çoxdur. Bilirik səbəbləri çoxdur. 35 yaşdan sonra estrogenin azalması ilə bağlı, yaxud klimaksdan sonra daha çox mümkün kalsi otura bilmir, yerini sümüyə və s. Osteomalyasiya olur, osteoporoz olur. Hamımız bu təhlükədəyik, bundan qorxuruq, ehtiyat eləyirik. Adi bir yıxılma ilə sümüklərin sınmasını görürük, yatağa düşməsini, biraz yaşlı kişilərin, qadınların düşdüyünü görürük və s. Deməli, burada biz bilirik ki, bifosfonatlarla, kalsi ilə və s. digər dərmanlarla müalicə alırlar və bərpası da çox çətin olur. Burada vitamin C-nin çox mühüm rolu var. Çünki sümüklərdə kollagen, sağlam kollagen olmasa, o heç kalsini də özünə oturda bilməyəcək, sümüklərin elastikliyi olmayacaq və s. Yaxud adi biraz yaşlı, 50-dən yuxarı qadınlar görürsən, deyir, əlimi, qolumu qaldırıb saçımı daraya bilmirəm və s. və ilaxır. Yəni kollagen yetməzliyini biz çox görürük. Ümumiyyətlə 20 yaşından sonra kollagen %1 itir, 40 yaşdan sonra daha çox itir, qırışlar əmələ gəlir və s. Amma onun normal sintezində vitamin C-nin rolu əvəzsizdir. Ona görə osteoporozla müraciət edən, osteomalyasiya ilə müraciət edən xəstələrdə yüksək dozalı vitamin C-nin yeri əvəz olunmazdır. O kalsitoninin də kofaktorudur, kollagenin də kofaktorudur və möhkəm, sağlam sümüklər üçün olduqca vacibdir. Digər bir tərəfdən osteoartritlərdə, artrozlarda bugün həddən artıq çoxdur. Və bütün xondroprotektorlar görürük reseptlərdə, müxtəlif minerallar görürük, iltihab əleyhinə dərmanlar görürük, yaxud hialuron turşusu dizə vurulur, kollagen tərkibli dərmanlar görürük. Amma yüksək dozalı vitamin C-yə az-az rast gəlirik. Amma orada onun yeri danılmazdır və heç nə ilə əvəz oluna bilməz. Çünki biz bilirik ki, osteoartrit olsun, artroz olsun, onların da hamısının kökündə xroniki iltihab durur, TNF-alfanın artması durur və yüksək dozalı vitamin C iltihab əleyhinə təsir göstərməklə, kollagen sintezini yaxşılaşdırmaqla, patoloji angiogenezin qarşısını almaqla osteoartritlərdə, artrozlarda çox mühüm onların müalicəsində, patogenetik müalicəsində onun öz yeri var. Yəni, heç nə əvəz olunmayan bir yeri var. Burada da elə bir müəllimimin sözü yadıma düşdü ki, ümumiyyətlə artrozun qarşısının alınmağı üçün, qığırdağın qorunması üçün möhkəm sümük lazımdır. Həmişə deyirdi ki, yəni biz əgər kağızı tutaq ki, bir vərəqi havada tutub qələmlə yazsaq, o vərəq deşiləcək. Amma onu stolun üstünə qoyub nə qədər yazsaq, onda heç bir zədə olmayacaq. Artroz da onu kimidir. Onun qığırdağın arxasındakı sümük nə qədər möhkəm olarsa, osteomalyasiya, osteoporoz olmazsa,
və artrozun da yaranması bir o qədər ləngimiş olar, gec olar, yaxud da ki, müalicəsi bir o qədər asan olar. Digər bir deməli, e, sahə sinir sisteminin xəstəlikləridir. Sinir sisteminin xəstəliklərində də vitamin C-nin rolu əvəz olunmazdır. Biz bilirik ki, sinir hüceyrələri, sinir sistemi ümumiyyətlə orada doymamış yağ turşuları, katexolaminlər, monoaminlər çoxdur. Onların yaxud da ki, neyrotransmitterlərin sintezi birbaşa bağlıdır. Onlar da tirazinin sintezində, triptofanın sintezində kofaktor kimi vitamin C mühüm rol oynayır. Yaxud biz bilirik ki, xoşbəxtlik hormonlarının, oksitosin, serotoninin sintezində vitamin C-nin çox mühüm rolu var. Melatoninin sintezində, yuxu hormonunun sintezində çox mühüm rolu var. Yaxud stres hormonlarının tənzimlənməsində, sintezində çox mühüm rolu var. Depressiya zamanı reseptlərdə görürük, serotoninin geri sorulması üçün antidepressantlar yazılır, amma elə hər birimiz ətrafımızda da görürük ki, effekt o qədər istədiyimiz kimi deyil. Amma biz bu anlarda o serotonin sintezini yaxşılaşdırsaq, onun sintezinə kömək etsək, o antidepressanta da kömək edər ki, onun da təsiri yaxşılaşsın. Yaxud biz bilirik ki, beyin daha çox qlukoza sərf edir, daha çox oksigen sərf edir. Orada daha tez reaksiyalar gedir, reaktiv oksigen formaları orada daha çox əmələ gəlir və ona görə onun vitamin C-yə ehtiyacı daha çoxdur. Və bu slaydı bir daha yerləşdirmişəm ki, leykositdən sonra daha çox beynin ehtiyacı var vitamin C-yə. Həm əmələ gələn ROS formalarını deməli, neytrallaşdırmaqdan ötürü. Çünki onlar neytrallaşmayanda mitoxondriləri zədələyir, ATF sintezini azaldır, immun tənzimi pozur, iltihab mediatorlarının sintezinə səbəb olur, sinir qişalarını zədələyir, xroniki iltihaba səbəb olmaqla neyrodegenerativ sinir xəstəliklərinə yol açmış olur. Ona görə, yəni, bunu hamımız bilirik, amma nədənsə xəstəyə təyin edəndə hardasa bunu çox nəzərə almırıq, amma çox nəzərə alınmalı bir tərəfdir ki, sinir xəstəliklərində istənilən, istəyir periferik sinirlərin xəstəliyi olsun, istəyir mərkəzi sinir sisteminin xəstəliyi olsun, vitamin C-nin oradakı yeri qaçılmazdır. Eyni zamanda qadın və kişi cinsiyyət orqanlarının xəstəliklərində bilirik ki, ovulyasiyanın yaxşı getməsi üçün vitamin C-yə tələbat çoxdur. Progesteronun sarı cisimdə daha çox özünə vitamin C yığan bir orqandır. Vitamin C-dən çox istifadə edən bir toxumadır, orqan toxumadır. Progesteron sintezi üçün vitamin C-nin rolu çox böyükdür. Eyni zamanda hamiləliyə hazırlıq dövründə hamilələrin infeksiyalardan qorunması üçün, kişilərdə spermatogenezin yaxşılaşdırılması üçün vitamin C-yə olduqca böyük ehtiyac var. Bunun deməli tədqiqatları da var. Tədqiqatlarını da yerləşdirmişəm. Və həkimlərin daha çox ehtiyat etdikləri bir mövzu, yəni vitamin C ilə bağlı şəkərli diabet. Mənim özümə də elmi şöbənin işçisi kimi tez-tez belə sual verilir ki, şəkərli diabet zamanı vitamin C infuziyaları köçürmək olarmı? Bunun deməli bir mənalı cavabı var. Diabet xəstələrində paskorbinin istifadəsi ümumiyyətlə əks göstəriş deyil. Və vitamin belə bir mif deyərdim buna, doğru bildiyimiz yanlışlar. Belə endokrinoloqlar çox vaxt belə düşünürlər ki, daha doğrusu düşünmək deyil, Maşkovskidə bu belə yazılıb ki, vitamin C məd-altı vəzin Langerhans adacıqlarını zədələyir, amma bugün heç bir tədqiqatda onu tapmaq mümkün deyil, yəni əksinə oksidativ stresin beta hüceyrələrə ziyan verdiyini və antioksidantlarla bunun qarşısını bununla mübarizədə böyük rolu olan tədqiqatlar var.
Şəkərli diabet, əksinə şəkərli diabet xəstələri daha çox vitamin C tələb edən xəstələrdir. Çünki onlar ən çox oksidativ stresə məruz qalan xəstələrdir. Şəkərli diabetli xəstələrdə sərbəst radikalların istehsalı artır, mitoxondrial superoksid artır, qlikolizləşmiş maddələrin miqdarı artır, poliol yolunun aktivləşməsi artır və antioksidant müdafiənin azalması olur. Ümumiyyətlə, şəkərli diabet xəstəliyinin bir çox fəsadları oksidativ stresin artmasının nəticəsidir. Bunlardan biri damar zədələnmələridir. Damar zədələnmələri bir mənalı olaraq oksidativ streslə əlaqəlidir. Çox sayda illərlə aparılan tədqiqatları var. Retinopatiyanın yaranmasında oksidativ stresin çox mühüm rolu var. Yeri gəlmişkən deyim ki, retina qatı, eyni toxuması, eyni zamanda billur özü çox vitamin C tələb edən, gözün özü çox vitamin C sərf edən orqanlardan biridir. Onun çatmamazlığı olanda daha çox deməli oksidativ stresə məruz qalır. Eyni zamanda deməli diabetiklərin qanında vitamin C-nin konsentrasiyası daima az olur. Subklinik vəziyyətdə, hətta ondan da biraz aşağı vəziyyətdə olur və diabetiklər kardiovaskulyar xəstəliklərə tutulma riski onlarda çox mühümdür. Kardiovaskulyar xəstəliklərdə də deməli aterosklerozun formalaşması, aterosklerozun yaranması mühüm rol oynayır kardiovaskulyar xəstəliklərdə. Ona deməli və bu aterosklerozun yaranmasında da vitamin C defisitinin çox mühüm rolu var. Sonrakı slaytlarda o haqda məlumat verəcəm. Deməli, belə mənbələrdə, tədqiqatlarda belə məlumat var ki, hiperglikemiya C vitamini çatışmazlığını proqressivləşdirir. Eyni zamanda tədqiqatlarıdır bu. Eyni zamanda deməli hiperglikemiya mitoxondrilərə vitamin C-nin daxil olmasını, mitoxondrinin öz funksiyasını yerinə yetirməsində onun iştirakını, yaxud da orada sərbəst oksigen radikallarını zərərsizləşdirilməsinə mane olur. Ona görə şəkərli diabetli xəstələr görürük ki, həmişə onlarda yorğunluq olur, yorğun bir vəziyyətdə olurlar. Enerji çatmamazlığı olur onlarda. Eyni zamanda insulin inyeksiyalarının vitamin C-ni tükətdiyi məlumdur. Həm plazmada, həm leykositlərdə, həm trombositlərdə. Bir tərəfdən deməli leykositlərdə hiperglikemiya, digər tərəfdən insulin inyeksiyaları vitamin C-ni azaldır. Bax, elə burada da onu qeyd etmək istəyirəm ki, şəkərli diabetli xəstələrdə görürük ki, onların leykositlərində vitamin C-nin azlığından da bu yaranır ki, onlar infeksiya ilə mübarizə apara bilmirlər. Məsəl üçün, ayaqlarına nəsə batanda narahat qalırlar həmişə, yaxud da onlarda narahat qalırlar. Yox, iltihaplaşır o, nekroza gətirə bilir, qanqrenaya gətirə bilir və s. Bu da onu bir daha göstərir ki, onların leykositləri öz funksiyalarını normal yerinə yetirə bilmirlər. Yaxud onların trombositlərində vitamin C çatmamazlığı olur. Bu da kardiovaskulyar xəstəliklərin yaranmasında mühüm rol oynayır. Digər tərəfdən diabetli xəstələrdə hiperglikemiya böyrək funksiyasına təsir göstərir. Vitamin C-nin reabsorpsiyasını azaldır və sidik yolları ilə daha çox eliminasiyasına səbəb olur. Belə halda bir daha qanda aşağı səviyyələri yaranır vitamin C-nin. Bunun da tədqiqatları var. Hətta belə tədqiqatı var ki, bu da bir doğru bildiyimiz yanlışdır. Vitamin C bu daha doğrusu yanlışa qarşıdır. Vitamin C əksinə insulin istehsalında rolu var onun. İnsulin istehsalını yaxşılaşdırır, insulinə həssaslığı yaxşılaşdırır, insulinə rezistentliyi azalda bilir. Yəni bu cür tədqiqatları var. Bir sözlə deməli, şəkərli diabetli xəstələrdə C vitamininin müntəzəm tətbiqi diabetin optimal müalicəsi üçün əsas məqamdır.
Bunu tədqiqatları ilə vurğulamaq istədim. Periodontal xəstəliklərdə bilirik ki, şəkərli diabetli xəstələrdə e, diş əti xəstəlikləri, periodontal xəstəliklər çox olur. Onlar e, e, bugünkü gündə deməli implant qoyanda çox çətinlik çəkirlər, yeri gec sağalır, yaxud o implantın tutmağı, deyək də belə sadə dillə çətin olur. Bax, bu hallarda da istəyir şəkərli diabeti olsun, istəyir olmasın, elə implant qoyanlara da müraciət edirəm ki, kimdə ki yeri gec sağalır, kimdə ki xroniki iltihab davam edir, Pascorbinin infuziyalarından istifadə etsinlər, tez bir müddətdə effektini görəcəklər onun. Digər doğru bildiyimiz yanlış, vitamin C laxtalanmanı artırır ya da azaldır. Bir qrupumuz deyirik artırır, bir qrupumuz deyirik azaldır. Onu qeyd edim ki, birbaşa laxtalanma faktorlarına vitamin C daxil deyil. Hamımız bunu bilirik. 13 faktora daxil deyil. Eyni zamanda tədqiqatı var, PubMed-də tədqiqatı var ki, vitamin C-nin istifadəsi qanda protrombin vaxtını və aktiv parsial tromboplastin vaxtını və əhəmiyyətli təsir göstərmir onlara və fibrinogen testinə də əhəmiyyətli təsir göstərmir. Bu özü də bu tədqiqatlar özü də qeyd edir ki, yəni onun laxtalanmaya ciddi bir təsiri yoxdur. Nə laxtalanmanı artırmayacaq, nə də azaltmayacaq. Belə bir bilirik ki, diabetli xəstələrin çoxunda ateroskleroz olur və bu istər heç diabetli olmasın, adi diabeti olmadan da ateroskleroza aiddir. O xəstələrin trombositlərində vitamin C, vitamin Y-nin aşağı səviyyəsini göstərir tədqiqatlar və trombositlərdə vitamin C-nin yüksək səviyyəsi aqreqasiya və adheziyaya meyli azaldır. Əksinə çatmamazlığı aqreqasiya və adheziyaya meyli çoxaldır. Yəni bu kardiovaskulyar xəstəliklərdə əksinə ən çox istifadə oluna bilən bir preparatdır. Siqaret çəkməyənlərdə gündəlik 2 qram C vitamini təyin etməklə trombositlərin adheziyasının azaldığını görüblər. Bu da onun deməli bir neçə dənə belə tədqiqatları var. Deməli, eyni zamanda müəyyən olunub ki, vitamin C trombun formalaşmasına qarşı fibrinolitik aktivlik ilə əlaqəlidir. Vitamin C trombların formalaşmasına qarşı müdafiə faktoru hesab olunur. Bunun da bir neçə dənə, bir yox, bir neçə dənə tədqiqatları var. Belə deyək ki, kardiovaskulyar xəstəliklər deyərdim ki, daha çox vitamin C tələb edən bir xəstəliklərdir. Nəyə görə? Çünki kardiovaskulyar xəstəliklərin demək olar ki, əksəriyyətinin kökündə aterosklerozun yaranması durur və vitamin C-nin subklinik çatışmazlığı proaterogen təsir göstərir. Yəni aterosklerozun yaranması üçün təsir göstərir. Bu defisit, yəni vitamin C-nin defisiti lipid mübadiləsini normal getməməsinə təsir edir. Endotelin funksiyasına deməli neqativ təsir göstərir. Vitamin C xolesterinin ötürüşlərinə parçalanmasında rolu var, karnitin sintezində rolu var. Onun çatışmazlığı zamanı xolesterin toplanır, aşağı sıxılıqlı lipoproteinlər toplanır. Çatmamazlığı zamanı azot oksid sintez oluna bilmir. Hansı ki, azot oksid damarların qoruyucusudur, endotel qatının qoruyucusudur. Damarları iltihabdan qoruyur, oksidləşmədən qoruyur. Orada deməli xolesterinin toplanmasından qoruyur, trombozdan qoruyur. Hansı ki, vitamin C çatmayanda azot oksid sintez oluna bilmir. Digər tərəfdən azot oksid bilirik ki, damarların vazodilatasiyasına kömək edir. Fizioloji vazodilatasiyasında iştirak edir və onun çatmamazlığı hipertoniyada da mühüm rol oynayır. Burada mexanizmi yazılıbdır.
Çox vaxtımız gedəcək mexanizmin oxusam desəm, yəni məqsəd budur ki, azot oksidin sintezi pozulur vitamin C çatmamazlığında və azot oksidlə və xolesterin, lipid mübadiləsi pozulur. Bu damarın zədələnməsinə və orada aterosklerozun əmələ gəlməsinə təsir etmiş olur. Belə bir hətta tədqiqat aparıblar, onu yerləşdirdim. Deməli, alimlər əsasən burada axıl yaşlıları götürüblər, daha doğrusu yaşlı insanları götürüblər. Həm qadınları, həm kişiləri, qadınları postklimakterik dövrdə götürüblər, hansı ki, o qadınlarda aşağı ətraflarda qan dövranının pozulması, damar keçiriciliyinin 40%-ə qədər azalmasından əziyyət çəkirlər cavanlara nisbətən. Eyni zamanda kişilərdə də götürüblər praktik sağlam yaşlı kişiləri, onlarda da cavan adamlarla müqayisədə, cavan kişilərlə müqayisədə damar keçiriciliyi və qan dövranı aşağı olub. Yüksək dozalı vitamin C infuziyalarından istifadədən sonra orada deməli qan dövranında yaxşılaşma əldə olunub. Hətta tədqiqat bildirir ki, sağlam insanlarda yaşla bağlı olan hallarda bu tamamilə bərpa da oluna bilər. Bu bir daha göstərir ki, kardiovaskulyar xəstəliklərdə vitamin C-nin rolu çox böyük rolu var. Vitamin C sağlam damarların təminatıdır. Və bəzən belə bildirirlər ki, insanın sağlamlığı onun damarlarının sağlamlığı qədərdir. Paskorbin endotelial funksiyanı bərpa edir, qan dövranını və ürək əzələsinin işini yaxşılaşdırır, maddələr mübadiləsini isə dəstəkləyir. Digər bir doğru bildiyimiz yanlışlar vitamin C böyrəkləri sıradan çıxarır. Çox sayda tədqiqatlarla göstəriblər ki, sağlam, normal böyrək funksiyasında yüksək dozalı vitamin C-nin istifadəsində heç bir təhlükə yoxdur. Yəni, orada əmələ gələn oksalat, hətta müəyyən ediblər ki, bir gündən sonra, səhərsi gün artıq öz norma miqdarına gəlib çatır. Normal, böyrək funksiyası normal olanlar. Sadəcə böyrək çatışmazlığı, oksalat mənşəli böyrək daşları, residivləşən daşları olan və qlukoza 6 fosfat dehidrogenaza defisiti olanlar nəzarətə alınmalıdırlar. Beləliklə, mif və reallıq, bir daha təkrarlamaq istəyirəm ki, vitamin C-nin Langerhans adacıqlarını zədələdiyinə dair klinik sübut yoxdur. Tromboz riski artırdığı göstərilməyib, təhlükəsizlik, burada böyrəkdən söhbət gedir, üçün risk qruplarında ehtiyatlı olmaq lazımdır. Bir də yeri gəlmişkən cərrahiyyədə çox geniş istifadəsi üçün tədqiqatlar var. Vitamin C çatmamazlığı, travma və cərrahi əməliyyat zamanı hemorragiyalara səbəb olur. Hətta müəyyən olunub ki, normal koagulyasiya profilli, yəni səbəbi olmayan diffuz hemorragiyalarda travma və əməliyyatdan sonra xəstələrdə baxıblar ki, vitamin C-nin çatmamazlığı var və belə məsləhət görülür ki, deməli, əməliyyatdan əvvəl və əməliyyatdan sonra yüksək dozalı vitamin C infuziyalarından istifadə olunsun. Qan axma riskini azaltmaq üçün, tez sağalma üçün, septiki şoku qarşısını almaq üçün, sepsisin qarşısını almaq üçün və sağalma qabiliyyətini yaxşılaşdırmaq üçün vitamin C-dən cərrahi əməliyyatlardan həm əvvəl, həm sonra infuziyalarından istifadə olunması məsləhət görülür. Bunu sizə çatdırmaq istəyirəm. Yaralanmadan sonraki dövrdə 3 və ya daha çox gün ərzində suprafizioloji dozalardan istifadə edilməsi maksimal erkən sağalma üçün labüd hesab olunur. Eyni zamanda vitamin C kollagen sintezini də yaxşılaşdırdığına görə deməli çapıqların, yaraların yaxşı sağalmasına, kobud çapıqların qalmamasına kömək edir. Yəni bu məqsəd üçün də yüksək dozalı vitamin C-dən həm əməliyyatdan əvvəl, həm əməliyyatdan sonra istifadə edə bilər. Qan axma riskini azaltmaq üçün,
yaraların tez sağalması üçün, xəstəxanada qalma dövrünü qısaltmaq üçün, antibiotiklərə həssaslığı artırmaq üçün, xəstəxana daxili infeksiyalara yoluxmamaq üçün, sepsisin qarşısını almaq üçün və xərcləri azaltmaq üçün. Bu da tədqiqatlarıdır. Deməli, travmalardan sonra, cərrahi əməliyyatlardan sonra leykositlərdə postoperativ dövrdə əməliyyatdan sonrakı 3-cü gündə askorbin turşusu 42% azaldığı görünübdür leykositlərdə. Bu da immun sistemin zəifləməsi, xəstəliklə yaxşı mübarizə aparmamağa gətirib çıxarır. Ona görə məsləhət görülür ki, əməliyyatdan sonrakı pasientlərdə də yüksək dozalı vitamin C-nin istifadə olunması bəyənilir, belə deyim. Burada ağır travmalarda hətta qeyd edilir ki, vitamin C qanda normadan aşağı konsentrasiya qeyd olunmuşdu. Bir çox pasientlərdə ağır travmadan bir neçə saat sonra vitamin C-nin səviyyəsi ölçülməz bir vəziyyətdə olub qanda, yəni ölçə bilməyiblər, o qədər az olubdur. Və müəyyən olunub ki, gündəlik 100-300 mq dozada vitamin C-nin verilməsi cərrahi pasientlərdə kifayət qədər təsir göstərməyibdir. Yüksək dozanın verilməsi məsləhət görülür. Yaraların sağalmasında da çox mühümdür. Xərçəngi də, qısa konkret xərçəngdə də ən çox istifadə olunan bir tərəfdə xərçəngdir. Yəni infeksiyalar, iltihab və daha çox istifadə olunan, onlardan sonra daha çox istifadə olunur xərçəng xəstələrində. Xərçəngin həm profilaktikasında o yuxarıdakı və qanda olan miqdarları göstərəndə, yəni subklinik vəziyyət xərçəngdən qoruya bilmir. Yəni subklinik səviyyədən, yüksək səviyyədə daim qanda olmalıdır ki, vitamin C-nin miqdarı o xərçəng baş qaldırmasından qorusun. Yəni epigenetik təsir göstərərək genlərin aktivləşməsinin qarşısını alsın. Bir də xərçəngin inteqrativ müalicəsində geniş istifadə olunur. Bir neçə məqsədlə istifadə olunur. Yəni müəyyən olunub ki, xərçəngli pasientlərin qanında askorbatın çatışmazlığı çox deməli aşağı səviyyədə olur askorbat. Onlarda demək olar ki, kliniki skorbut səviyyəsində olur askorbatın çatışmazlığı. Yüksək iltihab olur onlarda. Yəni yüksək iltihabın olması, CRP-nin yüksək olması, rakın deməli daha ağır gedişinə, metastazların tez əmələ gəlməsinə və sağ qalma müddətinin qısalmasına təsir göstərdiyi haqqında tədqiqatları var. Deməli, CRP konsentrasiyasında artım şişim mərhələsindən asılı olmayaraq zəif sağ qalma proqnozu ilə əlaqələndirilir. İltihab şişin inkişafında əsas rol oynayır. Şişin proliferasiyasına, angiogenizə, metastaza, terapiyaya, rezistentliyə təsir edir. Və yüksək dozalı vitamin C-dən istifadə etməklə CRP səviyyəsində 80% orta azalma olduğu göstərilibdir. Bunun deməli tədqiqatları var. Bir çox tədqiqatları var ki, iltihabı aradan qaldırır. Eyni zamanda yüksək dozada verilən vitamin C, bayaq o dozalar ona görə göstərdim. Yəni prooksidan dozada verilən vitamin C və qanda yaranan 1 millimol konsentrasiyada olan vitamin C zamanı hidrogen peroksid əmələ gətirir ki, bu hidrogen peroksid xərçəng hüceyrələri üçün toksikidir. Sağlam hüceyrələr üçün isə normaldır. Çünki sağlam hüceyrələrdə katalaza fermenti var, o hidrogen peroksidi həmən parçalayır. Rak hüceyrələrində katalaza fermenti sintez oluna bilmir. Ona görə əksinə hidrogen peroksid xərçəng hüceyrələrini məhv edə bilir. Yəni bu haqda geniş tədqiqatlar var. Deməli, həftədə 3 dəfə 1,5 qram kiloqram miqdarında istifadə olunması
məsləhət görülür, təhlükəsiz olduğu göstərilir. Tədqiqatlar var, göstərir ki, antioksidant kimi ilk xətt kimyoterapiyaya əlavə olduqda onun təsirini artıra, təhlükəsizliyini azalda bilir. Şiş markerlərini azalda bilir. Ən çox tədqiqatı var, prostat vəznin şişində markerləri azaldır. İltihab əleyhinə stokinlərin miqdarını azaldır, CRP-nin miqdarını azaldır. Milli molyar konsentrasiyalarda, yəni olduqda, yüksək dozalarda olduqda, bir də 1-10 milli molyar konsentrasiyalarda olduqda qanda angiogenik inhibisiya olur. Yəni bir tərəfdən hidrogen peroksid əmələ gətirməklə sitotoksik təsir göstərir, iltihabı aradan qaldırmaqla təsir göstərir. Digər tərəfdən isə yəni şiş hüceyrəsinin toxumasının qan dövranını pozur, toxumasına qidalanmasını pozur. Patoloji angiogenizi aradan qaldırmaqla, onun qidalanmasının da qarşısını almaqla xərçəngin böyüməsinin, artmasının, invazivliyini, metastazının ləngitməyə kömək edə bilir. Belə deməli, burada mənə maraqlı gələn o oldu ki, deməli bunu da mən özüm də bunu təzə oxudum ki, deməli xərçəngdə kollagen istehsalının normal olması həm xərçəngin invazivliyinə, həm də metastazlara təsiri var. Kollagenin də sintezində vitamin C istifadə edildiyinə görə, yəni vitamin C normal olmalıdır ki, normal kollagen əmələ gəlsin. Ona görə də o məqsədlə də xərçəng xəstələrində vitamin C-nin istifadəsi, yüksək dozalı vitamin C-nin istifadəsi qaçılmazdır. Bunu demək istədim ki, mən özüm də yeni oxudum. Uzun müddət aparılmış müşahidəyə istinad edərək bildirdi ki, xərçəng əsasən insan orqanizminin kollagen tükənmiş nahiyələrində kök salmağa meyillidir. Belə bir tədqiqatı var. Eyni zamanda, deməli, əsas maddənin, yəni matriksin struktur bütövlüyü invazivliyin ilk bariyeridir. Askorbin turşusu hüceyrə daxili matriksin bütövlüyü və onun bədxassəli infiltrativ inkişafa qarşı rezistentliyi üçün mühümdür. Və bu haqda tədqiqatları var, iltihab və xərçəng haqqında. Eyni zamanda yüksək dozalı vitamin C iltihabı aradan qaldırdığına görə, oksidativ stressə təsir göstərdiyinə görə xərçəng xəstələrində həyat keyfiyyətini də yaxşılaşdırır, ağrını azaldır, ürək bulanmanı, qusmanı azaldır, depressiyanı azaldır və s. Bu sxemi də yerləşdirmişəm. Yəni artan sxemlə istifadə edə bilərlər xərçəng xəstələrində, həm əməliyyatdan sonra, kimyoterapiyadan sonra kimyoterapiya ilə eyni vaxtda, eyni zamanda paliativ müalicədə də istifadə edə bilərlər. Bunu tədqiqatları da var. Və çox saylı randomizə olunmuş kontrol tədqiqatlarda bildirilib ki, intravenoz yüksək dozalı vitamin C-nin yan təsirləri plasebo ilə müqayisədə fərqli olmamışdır. Yəni, çox ciddi yan təsirləri yoxdur. Sadəcə böyrək çatışmazlığında, qlukoz 6 fosfat dehidrogenaza çatışmazlığında əks göstərişdir. Böyrək, bir də oksalt mənşəli böyrək daşında əks göstərişdir, talassemiyada əks göstərişdir. Əks göstərişlərini göstərim sizə, əks göstərişdir. Digər deməli əks göstərişləri yoxdur, yan təsirləri də olduqca azdır. Bundan başqa yenə qeyd edim ki, allergiyalarda da çox böyük effekti var, histaminin miqdarını azaldır, hormonlara tələbatı azaldır və s. Paskorbin 7,5 qram 50 millidir, konservantsızdır, stabilizatorsuzdur. Deməli, tərkibində pH-ı qanın pH-ına uyğundur. Osmolyarlığı qanın osmolyarlığından çoxdur. Ona görə 100 milli natri xlorla qatılmalıdır. 7,5 qram 50 milli flakon. Və bu zaman onun osmolyarlığı da qanın osmolyarlığından az olur. Buna görə
demək olar ki, çox ciddi yan təsirləri də yoxdur. Almaniya istehsalıdır və milli molla bir daha qeyd etmək istəyirəm ki, qanda milli molla miqdarları almaq və vitamin C-nin farmakoloji effektlərini yaratmaq üçün intravenos yüksək dozalı vitamin C-nin istifadəsi labüddür. Bunu tədqiqatlar, məqalələr və klinik istifadə göstərir. Təşəkkür eləyirəm hər birinizə. Ümid edirəm ki, effektiv oldu. Tək infeksiyalarda yox, digər xroniki xəstəliklərdə də yüksək dozalı vitamin C-dən istifadə edib xəstələrinizin şəfa tapmasına köməkçi olacaq elə hamımız, özüm də sizin içinizdə. Suallar varsa, Axşamınız xeyir Yeganə xanım, axşamınız xeyir hörmətli həkimlər. Deməli, çox sağ olun, hamı sizə təşəkkür bildirir. Çox maraqlı leksiya yazılır. mən də təşəkkür edirəm hamıya Leyla xanım. Çox sağ olsunlar. Bu oruçluq vaxtı dinləyiblər. Təşəkkür edirəm. Çox sağ olun. Yeganə xanım, belə bir suallar gəlib. Deməli, aşağı ətrafın varikoz genişləməsində Paskalvin vena daxili hansı sxemlə vurula bilər? Əks göstəriş varmı Paskalvin vurulmasına? Bunu leksiya qabaqdı, elə bir sizlər əvvəlində deyiblər. Buna görə Orada mən qeyd etdim, kardiovaskulyar xəstəliklərdə hətta, yəni əks göstəriş deyil. Paskorbinin nə elmi sübutları kitabında, nə onun içliyində, yəni varikoz əks göstəriş deyil. Yüksək dozalı vitamin C damar endotelisini bərpa edir. Qan dövranını yaxşılaşdırır. İstifadəsinə gələndə, deməli, ən tezi gün aşırı istifadə olunmalıdır. Düzdür, COVID vaxtı hər gün də istifadə etmişik, 2-2 də istifadə etmişik, amma istifadəsi gün aşırı bir gündən bir nömrə belə deyərdim, nömrə 5-6 istifadə edə bilərlər. Öz müalicələrinə qoşa bilərlər də bunun. paraleldə. Bəli, bəli. Bir həkim belə sual verir. Necə etmək olar ki, vitamin C normada olsun bədəndə? Düz, çox maraqlıdır. Həm də Bəli. qeyd etdiyim kimi, yəqin o da əvvəlki suallardadır. Əslində Bəli, bəli. vitamin C-ni biz hər gün qida ilə almalıyıq onu. Amma yuxarıda göstərdiyim kimi, deməli, sağlam insanlarda 0,9 milliqram desilitr olmalıdır. Da ola bilər. Amma hər hansı bir xroniki xəstəliyi olan insanlarda onun miqdarı dəfələrlə artıq tələb olunur. Ona görə istifadə edə bilərik. Mən belə düşünürəm ki, vaxtaşırı istifadə eləyə bilərik yüksək dozalı vitamin C-dən və sonra isə qida ilə hər gün nəzarət etməliyik ki, qida ilə qəbul edək vitamin C-ni. Mən belə düşünürəm ki, bununla müəyyən qədər normada saxlaya bilərik. Bir həkim soruşur, hamilələrdə istifadə məsləhət görürsünüz? Hamilələrdə əks göstəriş yazılıb içliyində. Bəzi həkimlər var ki, istifadə edirlər, amma hamilələrdə süd verən analarda əks göstərişdir. Qastritlərdə? Qastritlərdə belə tədqiqatlar var ki, yəni bəzən olub ki, deməli orada qıcıqlanma verə bilər. Yəni istifadə edib baxmalıdırlar. Orada bəzən ola bilər ki, xəstəni narahat edə bilər, göynəmə verə bilər və s. Amma əslində mədə xərçənginin yaranmasının qarşısını ala bilər. Belə tədqiqatı da var. Nitrozaminləri azaltmaqla mədə xərçənginin qarşısını almağa da qadirdir.
Hı. Sadəcə o narahatlığı baxa bilərlər ki, yəni çox narahat olarlarsa istifadə etməsinlər. Aha. Am, Paskalbin 25 yaşlı insan üçün neçə mililitr vurulmalıdır? 12 yaşdan yuxarı bir flakon istifadə oluna bilər. Amma yenə də o dozaları mən ona görə göstərdim ki, dozaları Bəli. yerləşdirmişdim ki, hər xəstəlikdə müxtəlif dozalar istifadə oluna bilər. Hı Yəni hı. əgər antioksidant məqsədi ilə istifadə edirsə xəstə, Bəli. 7,5 qram 50 millik flakon istifadə edə bilər. Yox, əgər modulyar məqsədlə istifadə edəcək, autoimmun xəstəliklərdə istifadə edəcək, 10-30 qram da istifadə edə bilər. Yəni əslində bu cür istifadə olunmalıdır. Yaxud indi Allah eləməsin, yəni kimdəsə xərçəng varsa 30 qramın üzərinə qalxmalıdır müalicə üçün. Çox güzel. Hı. Deməli, bir də belə sual gəldi. Əzələ daxili və peroz vermək olar? Yəni həkim uşaqları nəzərdə tutur. Əzələ daxili deyil, deməli yüksək dozalı vitamin C, paskorbin vena daxilidir. Uşaqlara da vena daxili verə bilərlər. Deməli 12 yaşa qədər uşaqlara hər kiloqrama 50-100 milliqram dozası ilə hesablayıb verə bilərlər vena daxilinə. Aha. İçməyə də bəzi həkimlər içməyə də təyin edirlər. Effektli olduğunu da bildirirlər, amma mən içməyə təyin etmirəm. Yəni həkimin seçimindən asılıdır. Həm də orada da yenə o məqamı mən nəzərə alıram ki, biz deyirik ki, 200 milliqramdan artıq sorulmur da mədə-bağırsaq sisteminə. Yəni Bəli. onsuz da bunu biz yüksək doza ilə versək, mədə-bağırsaqla hamısı sorulmayacaq və biz istədiyimiz nəticəni əldə edə bilməyəcəyik. Mən bu gün Bəli. həkimlərə bu sxemi e, Hı hı. nətər deyim, altından xətt çəkərək bildirmək istəyirəm ki, çox böyük bir faizdir ki, subklinik çatmamazlıq var onlarda. Çox, yəni insan dünya əhalisinin belə çıxır ki, mənası çox faizində subklinik çatmamazlıq var. Bu subklinik çatmamazlığı da yalnız o biri həkimin də elə sualına cavab olaraq milli Bəli. molla almaq lazımdır qanda. Ona görə vaxtaşırı yüksək dozalı vitamin C-dən istifadə etməliyik sağlamlıq üçün. Özümüz də xəstələrimizə də təyin etməliyik. Hı hı. Çox sağ olun. Am, Deməli belə sual gəldi. Paskalbin və satışda olan vitamin C ampular Ah, fərqlərini izah edərdiniz. Niyə paskalbin istifadə etməliyik? əslində mən izah etdim. Yəqin o da əvvəl gələn sualdır. Bəli, Yaxud ola əvvəl. bilsin tam aydın olmayıbdı. Yəni biz aptekdə olan digər vitamin C, ampulalarda olan vitamin C, onun pH-ı, onun osmolyarlığı, məhz o deyək ki, tutaq ki, 2 milli üçün hazırlanıbdı. Yəni biz onu çox miqdarda, onun həkim əgər içindəki milliqramı, onun bir ampulasında 100 milliqramdır. O neçəsini biz istifadə edib 7,5 qramı, yəni 7500 milliqramı əldə etməliyik. Onu biz vena daxilinə köçürə bilmərik. Çünki burada tək onun içindəki askorbin turşusudur, askorbatdır. Bu deyil. Orada zavodun, şirkətin hazırlanma qaydası var. Yəni paskorbini elə hazırlayıb ki, o vena daxilinə istifadə olunur. Heç bir əlavə təsir də vermir. Yəni onun osmolyarlığı, pH-ı imkan verir ki, o yüksək dozada vena daxilinə istifadə oluna bilsin. Amma biz aptekdən alınıb o dozanı toplasaq da biz bilməyəcəyik ona nə qədər onun osmolyarlığını qanın osmolyarlığına uyğunlaşdırmaq üçün biz nə qədər ona maye qatmalıyıq. Yəni bir sözlə o yüksək doza üçün istifadə üçün hazırlanmayıbdı. Onun da öz yeri var. O da kiçik dozalar üçün hazırlanıbdı. Amma bu millimolları almaq üçün artıq illərin tədqiqatları var ki, bir dəfiyə yüksək doza düşməlidir bədənə.
ki o oksidativ stresi, o mürəkkəb zəncirvari reaksiyaları neytrallaşdıra bilsin, normaya qaytara bilsin və xroniki səssiz iltihabı dayandırmasa da azalda bilsin, Bəli. tənzimə sala bilsin, belə deyim. Hı. Ə, Əməliyyatdan əvvəl vitamin C qanaxma verməz. O burada əksinə göstərmişdi ki, yəni tədqiqatda göstərdim ki, heç bir deməli laxtalama problemi olmayan insanlarda əməliyyatdan sonra qanaxmaları vitamin C-nin çatmamazlığı ilə əlaqələndiriblər. Yəni vitamin C-nin laxtalanma üzərində belə deyək də ciddi bir təsiri yoxdur ki, o laxtalanmanı pozacaq və qanaxma olacaq. Onun əsas o qanaxmanı dayandırmağı xüsusiyyəti damar divarını bərpası ilə bağlıdır. Damar divarını bərpa etməklə, yəni damar divarı problemlərində olan qanaxmanı aradan qaldıra bilir. Və vitamin C-nin əslin əksinə çatmamazlığı tədqiqatda göstərdim, cərrahi əməliyyatlarda qanaxma verə bilər. Yəni çatmamazlığı verə bilər. Vitamin C yox. Hətta orada məsləhət görür ki, tədqiqata aparıb cərrahlar məsləhət görür ki, əməliyyatdan əvvəl və əməliyyatdan sonra vitamin C, yüksək dozalı vitamin C istifadə edin xəstələrinizə. Növbəti suala keçək. Buyurun. Onkologiyanın profilaktikasında hansı sxemlə vurulmalıdır? Onkologiyanın profilaktikasında, yəni profilaktika deyəndə onlar daimi qanda vitamin C-nin normada saxlanmasını məsləhət görürlər. Sözsüz ki, biz daimi yüksək dozalı vitamin C istifadə edə bilmərik, amma heç olmasa ildə 2 dəfə nömrə 6, nömrə 10 istifadə edib və öz qidamıza, həyat tərzimizi də bir yoluna qoymalıyıq ki, oksidativ stresimiz azalsın və qida ilə də normal qəbul edək. Amma ildə 2 dəfə mən düşünürəm ki, yəni belə bir göstəriş yoxdur. Sadəcə tədqiqatlar var ki, qanda normada saxlamalısan ki, onkologiyanın qarşısı alınsın. Mən düşünürəm ki, ildə 2 dəfə nömrə 6, nömrə 10 istifadə edib və sonra da gündəlik qida ilə normal vitamin C almağa nəzarət etmək vacibdir. Yaxşı. Leyla xanım, bu slaydı qoydum. Yəni vitamin C çatışmazlığının travma və cərrahi əməliyyat zamanı təsiri, hemorragiya yarana bilər, yəni qanaxmalar yarana bilər. Normal koagulyasiya profilli səbəbi məlum olmayan diffuz hemorragiyalarda vitamin C çatışmazlığı mümkün səbəb kimi nəzərə alına bilər. Bu da tədqiqatıdır, yəni. Əksinə demək istəyirəm ki, çatışmazlığı verəcək qanaxmanı. Buyurun. Bəli. Onkoloji xəstədə doza 30 qram üstü deyirsiniz. Bu doza nə qədər müddət aralığına aiddir? Gündəlik doza ya necə? Sxemi yerləşdirmişdim. Yəqin ki, ola bilsin. Əvvəl gəlib. Keçdik. Deməli, birbaşa 30 qram olmur orada. 7,5 qramdan başlayırlar. Həftədə bir dəfə dozanı artırırlar. Birinci həftə 7,5. Gələk çataq, həkim göstərim. Həkim çəkib götürə də bilər onu. Sonra 15 qram, sonra artırılır da hər dəfə. 7,5, yəni bir flakon birinci həftə, ikinci həftə 2 flakon, üçüncü həftə 3 flakon, yəni həftədə bir dəfə. Gəlir, deməli, çatdırılır 7 flakona. 7 flakon olandan sonra həftədə bir dəfə davam edirlər. Müalicə kursu 3 ay istifadə edə bilərlər. Çox sağ olun. Və onkologiyada onu da qeyd edim ki, tez bir zamanda vena daxilinə köçməlidir. Yəni qramı təxminən 2-yə vurulur. Məsəl üçün 15 qramdırsa 30 dəqiqə. Yəni bunun da mühüm rolu var. Yəni Hüseyn Şahinbaş bildirirdi ki, yəni
tez bir zamanda olanda onun sitotoksik effekti çox yaxşı alınır. Mhm. Yeganə xal belə suallar gəlir. Ə, Deməli, axır yaşlarda yüksək dozalı vitamin C-nin istifadəsi barədə nə deyə bilərsiniz? Əvvəldən təşəkkür bildirir həkim. O birisi həkim də belə bir sual verdi. Aha. Yaşlı şəxsə 60 yaş, təzyiqi də var həstənin. Hı-hı. İşlətmək olar bu preparatı? Yəni oxşar suallar, ona görə Aha. birləşdirdim. Yaşlı insanların vitamin C defisiti daha çoxdur. Yəni yaşlı insanlara daha çox ehtiyac var. Yaşlı insanların çoxunda şəkərli diabet var. E, Bəzilərində xərçəngönü vəziyyətlər var. Yəni orada tədqiqatda da göstərdi ki, axıl yaşlıları götürüblər, yaşlı insanları götürüblər. Onlarda ayaqlarda, ətraflarda qan dövranının çatmamazlığı və yüksək dozalı vitamin C-dən sonra hətta bu qan dövranının çatmazlığının çox azaldığını, bərpa olunduğunu görüblər. Bir sözlə, yəni e, yaşlı insanlar da rahatlıqla istifadə edə bilərlər və hipertoniyada da azot oksidi yaxşılaşdırdığına görə və damarların endotel qişasında vazodilatasiya yaratdığına görə hətta onun təzyiqini də azaldacaq vitamin C. Nəinki təzyiqi qaldırmayacaq da, yəni təzyiqi. Bəli, Yəni bəli. o təzyiqi azalda bilər. Bir də nəyi qeyd edim? O elmi sübutlar kitabında, kitab da yəqin ki, bu yaxınlarda çıxar, özləri də baxarlar. Belə bir məlumat var ki, yüksək dozalı vitamin C, deməli, laxtalanma üçün istifadə olunan asetil salisil tərkib, aspirin tərkibli, kardiomagnil deyil, aspirin kardio, onların eliminasiyasını ləngidir. Bu mənada ola bilər ki, vitamin C yüksək doza vitamin C təyin olunan günü həkim nəzarət etsin. O laxtalama üçün dərmanın miqdarını azaltsınmı? Tutaq ki, bir bütövdürsə 3/2-sini mi qəbul etsin həmin gün? Yəni yüksək dozalı vitamin C-ni qəbul etdiyi gün. Çünki o yüksək dozalı vitamin C yəni o da suda həll olandı və o da bədəndən tez xaric olandı. Bir də bilmirəm, belə bir sual var ya yox, e, şəkərli diabeti olanlarda 7,5 qramı rahatlıqla istifadə edə bilərlər. O nəinki şəkəri qaldırmayacaq, əksinə o şəkəri azalda bilər. Sadəcə onun molekulu şəkərin molekulu ilə eyni olduğuna görə tez zamanda əgər yoxlasalar şəkər yüksək görünə bilər, yalançı yüksək Bəli. görünə bilər. Yəni lazımdır ki, bir neçə saatdan sonra yoxlanılsın. Amma tutaq ki, xərçəng xəstəsidir və şəkərli diabeti var və ona yüksək doza köçəcək. Tutaq ki, 50 qram köçəcək. Paskorbin bəzən kilosuna 1 qramla köçür, 70 qram, 80 qram köçəcək. Onda həkim nəzərə almalıdır ki, bu hiperglikemiya verə bilər də. Yəni o insulini artırsınmı və s. də. Yəni xəstənin şəkərini normallaşdırıb istifadə Normal. etsin, belə deyək. Normallaşdırıb istifadə etsin onu. Amma 7,5 qramın istifadəsi tamamilə şəkərli diabet üçün zərərsizdir və xeyirlidir. Elə növbəti sual belədir. Şəkərli xəstələrdə vitamin C ilə paskarbin fərqi nədir? Siz də izah elədiniz ki, necə fərqlənir. Bir də təkrar edin. Aha. Vitamin C ilə paskorbinin fərqi nədədir? Fərqi nədir? Yəni mən izah etdim onu. Yəni bir də təkrar Bəli, edim. Paskorbin vena daxili infuziya üçün hazırlanıbdır. Paskorbin vena daxili infuziya üçün hazırlanıbdır. Onun pH-ı qanın pH-ına uyğundur. Osmolyarlığı qanın osmolyarlığından yüksəkdir. Tərkibindəki askorbatdır
Yəni o bədənə turşu verməyəcək və şəkərli xəstələr özü də daha çox oksidativ stressi olan xəstələrdir. Onlara mütləq deməli askorbat şəklində antioksidant lazımdır. Ona görə şəkərli diabetli xəstələrdə paskorbinin istifadəsi bir mənalı olaraq effektlidir. Və yüksək dozalı vitamin C-nin tədqiqatları var. Bu tədqiqatlar heç bir belə tədqiqat yoxdur ki, o göstərsin ki, o Langerhans adacıqlarını zədələyəcək, yaxud 7,5 qram istifadə olunanda hiperglikemiya verəcək. Yəni bu cür tədqiqatları yoxdur onun. Və daha çox oksidativ stresin var deyin, onlara yüksək dozalı vitamin C lazımdır. Yüksək dozalı ki, milli molla alınsın orada qanda nəticədə konsentrasiya. Deməli, belə sual gəldi. Deməli, heç bir xəstəlik olmadığı halda profilaktik olaraq ildə neçə dəfə, neçə flakon istifadə etmək yaxşıdır. Və yeganə bununla paralel zəhmət olmasa həkimlərə bir də deyim, bu preparatı necə vena daxilinə eləyirlər də, natri xlor neçə götürürlər. Aha. Prosedur necə olur? Profilaktik olaraq, yəni heç bir xəstəliyi olmayan, düzdür, heç olmasın heç bir xəstəliyi, amma günümüz elədir ki, yəni stresli bir vəziyyətdə də hətta vitamin C-nin sərfiyyatı artır. Kəskin infeksiyalarda, adi bir virus infeksiyaları keçirəndə, bir sözlə vitamin C özü də tez deyim ki, tez parçalananmı deyim, yəni meyvələrin içində, xaladenikdə qalanda bir qədər parçalanır, bişəndə bir qədər parçalanır. Yəni onun necə deyim, subklinik çatmamazlığı həddən artıq çoxdur da, çox yayılıbdır. Profilaktika üçün ildə 2 dəfə nömrə 5, hər dəfə nömrə 5 payızda və yazda deyək, yaz vaxtı. Mart ayında, bir də payızda, payıza keçəndə, qışa keçəndə nömrə 5 istifadə eləyə bilərlər profilaktika üçün. Sonra da amma davamlı olaraq qida ilə normal vitamin C-ni almaq. Necə ki, D vitaminin deyirlər ki, norma, hər gün norma qədər almaq, bir o qədər də vitamin C-ni tablet, dərman kimi olmasa da qida ilə almaq lazımdır. Bu belə istifadəsi necədir? 7,5 qram paskorbin 50 milli. Bir daha qeyd edirəm ki, onun deməli, bir dəqiqə bağışlayın, onun pH-ı qanın pH-ına uyğundur. Osmolyarlığı qanın osmolyarlığından çoxdur. Ona görə mütləq bir flakon, 7,5 qramlıq bir flakon 100 milli natrixlorda həll edilməlidir ki, onun osmolyarlığı qanın osmolyarlığından az olsun və mənfi nəticə verməsin. Və bunu deməli 2-yə vurulur qramı. 7,5 qramdırsa 15 dəqiqəyə, 20 dəqiqəyə köçürmək olar. 7,5 qramı 15-20 dəqiqəyə köçürülür. Heç bir dimidrol və s. lazım olmur. Konservantsızdır, stabilizatorsuzdur və s. Gün aşırı ən tezi, yəni bir gündən bir. Düzdür, çox kəskin, artıq o həkimin təcrübəsindən asılı olaraq elə həkim var ki, çox təyin edir, bilir artıq harda necə təyin edəcək, bəzən hər gün də təyin edə bilirlər, 2-2 də təyin etmək mümkündür. Amma belə təzə istifadə edənlər ən tezi gün aşırı, bir gündən bir, yaxud həftədə 2 dəfə təyin edə bilərlər. Limfoma xəstəsinə təyin etdim. Allergik reaksiya verdi xəstə. Necə allergik reaksiya? Adətən, Leyla xanım, deməli, adətən bildirilir ki, vitamin C-yə belə qeyd olunur ki, vitamin C-yə əgər allergiya olsa, o adamda sinqa olar. Yəni, belə bir məlumatlar var ki, yəni o vitamin C-ni ümumiyyətlə götürməz də. Bunu da qeyd etsək ki, içində konservantı yoxdur, stabilizatoru yoxdur.
demək olar ki, allergik reaksiya gözləmirik, amma hiperhəssaslıq reaksiyaları müəyyən vaxtlar bildirilib ki, hiperhəssaslıq reaksiyaları olub. O da dozanın yüksəkliyi ilə bağlı olub. O halda dozanı azaltmaq mümkündür. Bir də deməli bəzi yan təsirləri var. Bronxial asması olan, tənəffüs sistemində problemləri olanlarda ola bilər ki, çox deməli qısa müddətli tənəffüsdə problem, baş gicəllənmə, ürək döyünmə, yəni belə vegetativ deyim də belə reaksiyalar ola bilər. Belə yan təsirləri mümkündür, amma adətən allergiya gözləmirik. Yenə də amma Bəli. preparatda individuallıq var. Belə, yəni. Hər bir preparat kimi. Bəli, bəli. Yeganə xanım, hamı sizə təşəkkür bildirir. Ancaq Çox sağ suallar var. olun. Hələ ki, sadəcə belə oxuyum. Biraz çox sağ olun. Buyurun. Bəzi Buyurun. həkimlər yazır ki, səsinizi eşidirdilər, indi sizi gördülər. Hə. Sağ olun. Həkim həkim belə bir sual verir. Tədqiqatların hamısında müalicədən əvvəl və sonra vitamin C-nin qanda analiz edib yoxlanılıb. Tədqiqatlarda yoxlanılıb. Bəli. Leyla xanım, yaxşı sualdır. Çox sağ olsun həkim. Tədqiqatlarda yoxlanılıbdır. Amma vitamin C-nin yoxlanması rutin bir analiz deyil də. Hətta o sərbəst radikallar da hətta yoxlanılır. Tədqiqatlarda sərbəst radikalların özünün xüsusi müayinə üsulları var. Yəni bunu CRP-ni yoxlamaqla, yaxud HAC-i yoxlamaqla, yaxud iltihab markerləri yüksək deyil, bunda oksidativ stres yoxdur demək mümkün deyil. Yəni çox saylı tədqiqatlarla onlar əlbəttə həm əvvəl, həm sonra yoxlayıblar və artıq belə bir nəticəyə gəliblər ki, əsas insanlarda subklinik əksər insanlarda subklinik vəziyyətdədir vitamin C-nin səviyyəsi və buna görə həm də ümumiyyətlə müəyyən bir xroniki xəstəliyi olan insanda mütləq ki, o subklinik vəziyyətdədir və mütləq onun müalicəsində həmin o xroniki iltihabı nəzarətə almaq üçün yüksək dozalı vitamin C-dən istifadə etsələr, həkimlər elə özləri görəcək ki, xəstədə necə dəyişiklik oldu, onların digər müalicələrinə də effekti, digər müalicələrinin də effekti artdı da, yaxşı nəticə alındı. Deməli, həkim soruşur, trombotsitlərin sayı 10, çox aşağı olduqda Paskalbin təyini necə olur? Leyla xanım, trombositə dəxli yoxdur onun. Amma trombositin azlığı ilə bağlı qanaxma olsa, onda əlaqələndirərlər ki, bu Paskorbinlə bağlıdır. Yəni, orada yaxşı olar ki, nədən onun sayı azalıb, onu elə bil, onun qarşısı alınsın da, əvvəlcə onun qarşısı alınsın. Yeganə xanım, belə bir sual gəldi. Süd bəzin onkolojik xəstələrdə Paskalbin necə istifadə etmək olar? Dozası necədir? Dozasını verdim mən axı, Leyla xanım. Bəli, Yəni bəli. ümumidir. Orada, yəni onkoloji xəstələrdə bu cür belə bir sxem var. Bu sxemi istifadə edə bilərlər. Özdə süd vəzinin onkologiyasında çox saylı tədqiqatları var Paskorbindən, eyni zamanda Helixorla. Helixor preparatı bilirsiniz, bioloji təbabət klinikasında bir preparat da var, Helixor. Onun ümumiyyətlə bir çox Almaniyanın özündə və bir neçə Avropa ölkələrində süd vəzinin xərçəngində sığorta təbabətinə daxildir. Yəni xəstəxananın özü verir ki, onu dövlət hesabına ödənir ki, onu istifadə etsinlər. Helixor preparatı, yəni süd vəzi xərçəngi olanlar Helixor preparatı və Paskorbinlə yanaşı, yəni onu da istifadə edə bilərlər. Bir də bioloji təbabət klinikasında elə yeri gəlmişkən, onkologiyadan söz düşmüşkən, yaxın vaxtlarda hipertermiya aparatı gətirilib. Bu da xərçəngin müalicəsində
müasir bir müalicə metodudur və o da paskorbinlə yanaşı aparılır və hipertermiya ilə aparılanda paskorbinin şişə təsiri daha aktiv olur, daha təsirli olur. Yəni bir məlumat kimi bildirirəm, ola bilsin ki, kiməsə Ay lazımdır, anladım. məlumatı olsun. Bəli. Bu sxemi istifadə edə bilərlər. Süd vəzinin xərçəngində bu sxemdən paskorbini istifadə edə bilərlər. Hı. Hı hı. Yeganə xanım, bir həkim yəqin ki, gec qoşulub, soruşur ki, hamilə qadınlara olar, olmaz. O Aha. birisi həkim soruşur isə, hamilə əks göstəriş necə izah olunur? Yəni niyə olmaz eləmək hamilə qadınlara? Ona düzü cavab verə bilməyəcəm. Niyə? Bəli. Çünki heç maraqlanmadım. Yəni əks içliyində instruksiyası, yəni bu Almaniyadan gələn dərmanların əsas onların sənədi instruksiyasıdır. Almanlardır da, onlar orada nə yazırsa o qanundur. Bəli. Mən də elə o qanuna uyğun olaraq e, demək olar ki, heç o haqda araşdırmadım da, maraqlanmadım da. Yəni hamilələrdə əks göstərişdir deyirik, təyin Çox etdik. spesifikdir də. Bəli, bu çox spesifik sferadır. Təyin Düzdür. etmirik. Amma onu qeyd edim ki, bəzi həkimlər, ginekoloqlar var ki, onlar hamilələrdə də istifadə edirlər. Çox yaxşı da effekt aldıqlarını bildirirlər hamilələrinin infeksiyasında və s. Amma əks göstərişdir. Ona görə biz məsləhət görə bilmərik onu. Ola bilsin ki, o cifdən keçir, ə, ola bilsin ki, dölə təsir edə bilər. Təsir Bəlkə göstərir. ola bilsin ki, çünki yeni doğulmuşlara, yarımçıq doğulmuşlara biz vitamin C istifadə etmirik də. Biraz heç olmasa biraz böyüyəndən sonra 2 ayından, 6 ayından sonra istifadə edirik əsasən. Ola bilsin Aha. onunla bağlıdır. Ola bilsin. Bəli. Yeganə xanım, bir həkim belə bir sual yazıb. Mən oxuyum, siz də baxın da cavab verə bilərsiniz. Qan beyin baryerini keçə bilən askorbatın mikroglial aktivləşmə və inflammasiyona təsir barədə hansı mexanizmlər var? Hansı baryeri? Ə, Hematoensefalikdə yəqin ki. yox, mikroglial Hə, aktivləşmə və beyindən, beyin, eyni, sinir sistemi soruşur. qan beyin baryeri, Keçən və necə Leyla xanım eşidə bilmədim. Yaxşı başa düşə bilmədim. Deməli, qan beyin baryerini keçə bilən askorbatın mikroglial aktivləşmə və inflammasiyona təsiri barədə hansı mexanizmlər var? Hə, hansı mexanizmlər var? Orada belə tədqiqatları var, yəni sinir sistemində də tədqiqatları var. Bilmirəm bura yerləşdirmişəm ya yox. Orada nəyi bildirir ki, deməli sinir sistemi, sinir hüceyrələri daha çox qlukoza istifadə edirlər, daha çox oksigen istifadə edirlər və daha çox sərbəst radikallar əmələ gətirirlər bunların istifadəsi zamanı. Həmin sərbəst radikallar vaxtında, yəni həmin oksidativ stres vaxtında əgər zərərsizləşmirsə, onlar özü o sinir qişalarını zədələyə bilirlər. Bu bir mexanizmdir orada. Digər bir mexanizm onu göstərir ki, deməli mitoxondrilərin funksiyası zəifləyə bilir, ATF sintezi zəifləyə bilir. Və həm də o zədələnən yerdə iltihab yaranır da, istər-istəməz. Zədələnən sahədə iltihab yaranır və o iltihab yaranan yerdə də bilirik ki, iltihabi mediatorlar əmələ gəlir və bu özü də bir səssiz iltihaba səbəb olaraq neyrodegenerativ xəstəliklərin yaranmasında mühüm rol oynayır. Belə bir məlumatlar var. Digər bir məlumatlar isə deməli bir çox neyromediatorların, neyrotransmitterlərin sintezində
vitamin C kofaktor kimi rol oynayır və onun çatmamazlığı həmin maddələrin normal sintezinə mane olur. Bu mənada da deməli həm orada neyrotransmitterlərin çatmamazlığı olur, serotoninin, oksitosinin, melatoninin çatmamazlığı olur. Eyni zamanda iltihab mediatorları toplanır. Eyni zamanda o deməli orada da o hüceyrə arası sahələrdə biz bilirik ki, onların əsas strukturları kollagendir. Kollagen sintezinin də normal olmaması öz təsirini göstərir. Yəni hüceyrə arası sahənin normal olmaması hüceyrənin daxilinə toksinlərin keçməsinə təsir göstərə bilir və dolayı yolla iltihabın əmələ gəlməsində mühüm rol oynayır. Bilmirəm, həkimin bu qane eləyir, yaxud da ki, biz o haqda məlumatları tapıb verə bilərik həkimə. Bəli. Cümləsini qoyar, yaxud nümayəndədən istəyər, biz o haqda məlumatları tapıb həkimə verərik, özü oxuyar onu. Bəli. Yeganə xanım, həkim Aha. belə bir sual verir. Paskalbinə vitamin kimi baxırıq, yoxsa müalicə kimi? Mikrogeniyalardan Leyla xanım, elə yaxşı sualdır həkimin sualı. Onlar da bir növ sinir hüceyrələrinin hüceyrə arası sahəsidir də mikrogeliyalarda. Bəli. Onlar da toksinlərin atılmasında, şlakların atılmasında çox mühüm rolu var və bu da yuxu zamanı əsasən daha çox həyata keçir, yuxu zamanı. Ona görə yaxşı yuxu özü də iltihabın qarşısını alır. Bəli. Yaxşı, normal yuxu, fizioloji yuxu. Bəli. Sualı nə oldu sual Leyla xanım? Növbəti, paskalbinə vitamin kimi, yoxsa müalicə kimi baxırsınız? Necə ki, vitamin kimi, yoxsa müalicə kimi? Paskalbinə vitamin kimi baxırıq, yoxsa müalicə kimi? Elə vitamin müalicədir də, belə baxıldı. Əslində doktor demək istəyir. Yəni vitamindən çox mən müalicə kimi, yəni patogenetik bir təsir göstərən amil kimi baxıram. Çünki o yüksək dozalı olduğuna görə, yəni birbaşa intravenoz qana düşüb oksidativ stresi belə deyək, o qüsurlu dövrana təsir göstərə bildiyinə görə mən ona müalicəvi bir maddə kimi deyim də baxıram. Həm də ki, onun yenə də dozasında da fərq var. O göstərdiyim dozalarda da. Aşağı dozalarda vitamin kimi baxa bilərik, antioxidant kimi baxa bilərik. Orta dozada modulyasiya edən bir maddə kimi baxa bilərik. Yuxarı dozada isə oksidant kimi baxa bilərik. Ona bəzən belə deyirlər ki, bu bir vitamin deyil, bu bir çox funksiyalı hormentdir. Horment adı verirlər ki, yəni hormezis qanunu ilə də işləyir. Yəni vitamin C, paskalbin. Yüksək dozalı, ümumiyyətlə vitamin C, tək paskalbin yox, ümumiyyətlə də, yəni ona çox funksiyalı olduğuna görə bəzən ona belə bir hormezis qanunu ilə işləyənlər, hormezis nəzəriyyəsinə söykənənlər buna bir horment kimi baxırlar da, çox funksiyalı, yəni aşağı dozada antioksidant olur, yuxarı dozada oksidant olur və s. Aha. Çox sağ olun. Yeganə bir sual gəlib. Şəkərli diabet xəstə üçün hansı sxem tövsiyə olunur? Şəkərli diabet xəstə üçün, yəni ildə heç olmasa 2 dəfə, əgər polineyropatiyası varsa, ən az nömrə 10, ildə 2 dəfə təyin etsinlər. Yox, əgər polineyropatiyası yoxdur, yeni yaranıbdır, ildə 2 dəfə nömrə 5, nömrə 6 təyin edə bilərlər. Yəni vitamin C, vitamin yüksək dozalı, yəni paskorbini, yüksək dozalı. Paskorbini 7.5 qramdan təyin edə bilərlər.
Yeganə xanım, siz əvvəl dediniz, indi həkim ona sual verir ki, 6 həftə hər gün bir flakon vurmaq lazımdır. Hansı? Xərçəngdəmi? Hə, deyəsən, indi Yox, mən bax, birinci həftə bir flakon, ikinci həftə iki flakon, üçüncü həftə üç, dördüncü həftə bir. Bu üsulla 7 flakona çatandan sonra uje həftədə bir dəfə təyin eləyirlər o 50 milliqramı da, yəni 7 flakonu. aha. Yeganə xanım, bir həkim yəqin ki, qulaq asmayıb siz dediniz. Soruşur ki, sistem edəndə dimidrol qatmaq Yox, mütləqdirmi? yox, Yox. mütləq deyil. Mən məsəl üçün özüm ildə bir neçə dəfə istifadə eləyirəm, çox sayda dimidrol vurmamışam. Yəni o reaksiya verəcəksə dimidrolla da verəcək onsuz da. Hı. Qanın pH-ını gələviyə doğru dəyişirmi? Qanın pH-ına uyğundur. Ona görə dəyişməyəcək də. Yəni qanın pH-ına uyğundur axı, pH-ı. Ona görə nə turşuluğa, nə gələviliyə dəyişməyəcək. Həkimlər sizə təşəkkür bildirirlər. Çox sağ Yenə olsunlar. də həkim soruşur, dimidrol qata bilərikmi? Yəqin Ehtiyac yoxdur. Yəni yox. dimidrol qatmağa ehtiyac yoxdur. Bir həkim yazır ki, vitamin C, ruslar deyir, heç vaxt çox olmur Bədəndə bədəndə. sualı başa düşmürəm. Çox Yox, olmur. sual deyil, yəni prosta sadəcə Hə, yazır. Hə. heç vaxt çox olmur. Düzdür. Çünki suda həll olandı, bədəndən tez xaric olur və biz qida ilə indiki qida ilə Bəli. ala Hava bilmirik. yeganə xan İndiki həyat tərzi tərzi. ilə, indiki qida ilə ala bilmirik lazımi vitamin C-ni. Yeganə xanım, zəhmət olmasa bir də göstərin də əks göstəriş slaydları. Hə, əks göstərişləri mütləq nəzərə alınsın. Düzdür, bax, Hüseyn Şahinbaş deyir ki, Murad Şahinbaş da, Hüseyn Şahinbaş da deyir ki, mən hələ böyrəkdə oksalat daşları yaratdığını görməmişəm. Yəni onlar əks göstəriş kimi onu qəbul etmirlər oksalat daşlarını, amma əks göstərişində var, içliyində var. Ona görə biz bunu da nəzərə almalıyıq. Bir də talassemiya xəstəliyi ancaq, talassemiya mayor burada nəzərdə tutulur. Yəni talassemiya daşıyıcılığına aidiyyatı yoxdur bunun. Talassemiya mayora aiddir. Aha. Hı -hı. Yeganə xan, belə də sual gəlib ki, bildiyim qədərlə Paskalvin ölkəmizə vitamin C kimi yox, müalicəyə yüksək nəticə vermək üçün gəlib. Bu belədir? Əslində belədir. Əslində vitamin C, yəni paskorbin, yüksək dozalı vitamin C iltihabi xəstəlikləri istənilən, yəni xroniki xəstəlikdə, istənilən xroniki xəstəlikdə iltihab var. Səssiz Bəli. iltihab var. Bəzən də alovlanan iltihab var. Stokin fırtınası var. Yəni iltihabı nəzarətdə saxlamaq üçün gəlib. Yüksək dozalı vitamin C. Əsas məqsəd budur orada. Bəli. Elə bayaqki həkimin sualına da cavabdır bu. Vitamin kimi yox, yəni Bəli, bəli. xroniki iltihabı nəzarətə almaq üçündür. Yəni xroniki iltihab nəzarətdə saxlanıla bilməsə, müalicədən söhbət gedə bilməz. Yəni bunu biz həkimlər hamımız bilirik də, hamımız onu yəni bilirik ki, bu belədir. Bəli. Yeganə xan, həkim soruşur, gün ərzində ən yüksək dozası neçə flakon köçürülə bilər? Onun yenə qeyd etdim. Antioksidant məqsədi ilə köçürülürsə, köçürüləcək 7,5 qram 50 milli. Gün ərzində yox, gün aşırı. Həftədə 2 dəfə, yaxud həftədə 3 dəfə. Hı -hı. Amma deməli
xərçəng xəstələrinə hətta kiloya 1 qram çəkisi ilə. Məsəl üçün 80 kiloqramlıq bir adamdırsa 80 qram köçürə bilər. Onu hesablayacaqda bir flakonda 7,5-dir. Neçə dənə Bəli, olsun ki, tutaq ki, bir 10 dənə olsun ki, 80 olsun da təxminən. bəli, bəli. Onu həftədə bir dəfə köçürəcək. Həftədə Aha, bir dəfə. Yəni bunun istifadəsi içliyində belə göstərilib ki, o kitablarında və s. Həftədə 2-3 dəfə təyin olunsun. aha. Yeganə xanım, natri xlor nə qədər? 200 olar. Ə, Natri xlor bir flakona 100 millidir. Amma çox olmağının Aha, qorxusu yaxud zərəri yoxdur. Tutaq ki, aha. kimdəsə ona sistem köçməlidir, natri xlor Bəli, lazımdır, çox da ola bilər. Amma əslində e, bəli. bir flakona 100 millidir. Bir də biraz o xərçəngdə və sairədə bayaq qeyd etdiyim kimi tez bir müddətdə qana düşməyə yaxşıdır. Ona görə orada biraz fərq ola bilər ki, çox maye olsa tez verə bilmərik də onu. Bəli, bəli. Aha, o doza, konsentrasiyanı. Aha, bəli. Yeganə xanım, suallar yox, gəldi. Ə, Belə çıxır ki, mən gün ərzində neçə xəstə qəbul etsəm, istər xroniki iltihabla, istərsə kəskin iltihabla hər birinə paskarbin təyin etməliyəm. Edirəmsə təyinatımda fərqlər ola bilər? Edə bilsəniz, mütləq təyinatınızda fərqlər olacaq. Təyinatınızda yox, yəni xəstənizin vəziyyətində mütləq fərqlər olacaq. Amma Bəli, mən sadəcə məlumat verməyə çalışdım ki, bütün xroniki iltihabın kökündə duran səbəblərdən biri oksidativ stressdir. Oksidativ stressi aradan qaldırmağın yolu yüksək dozalı vitamin C-dən keçir. Bu xəstələrin həm həyat keyfiyyətini yaxşılaşdıracaq, daha tez bəli, müalicəyə tabe olmağa kömək olacaq, müxtəlif xəstəliklərdən qoruyacaq və s. Həkim öz bəli, xəstələrinə baxıb onda bir qürur hissi də olacaq xəstəsi yaxşı bəli, sağaldığına görə. Amma bu bir məcburiyyət də deyil. Yəni bütün iltihabi xəstəliklərdə vitamin C olmalıdır. Osteoporozdan tutmuş, heç onu deyək bəli, ki, tam iltihabi adlandırmayaq da, artrozda, allergiyalarda, kəskin və xroniki infeksion xəstəliklərdə, hətta rakdan qorunmaq üçün, bəli, kardiovaskulyar xəstəliklərdə bir mənalı olaraq, yəni ən çox lazım olan şəkərli diabeti varsa, başqa məqsədlə gəlibsə, şəkərli diabetin özü üçün. Yəni bütün xəstəliklərin kökündə oksidativ stres durur. Oksidativ stressi də neytrallaşdırmaq üçün yüksək dozalı vitamin C-yə ehtiyac var. İndi həkim artıq öz seçimidir. Necə təyin bəli. edəcək? Yeganə xanım, şəkərli diabet xəstəsi ildə neçə dəfə köçürdə bilər? İldə 2 dəfə. İldə 2 dəfə. Yaxşı olar nömrə 10. Baxır da polineyropatiyası varsa, gözündə Bəli. problem yaranıbsa, qanqrenası varsa daha çox köçürəcək. Bu hallarda, yəni nömrə 10. Yox, təzə başlayıb, istəmir ki, fəsadları olsun, ildə 2 dəfə nömrə 5 istifadə eləyə bilər. Yəni hər bir kursa 5 flakon. Hə, hər bir kursa 5 flakon. Ə, Ən az, Natri yəni bu ən az. minimum. Natri xlora paskarbinlə bərabər başqa vitamin qatmaq olar? Yox, olmaz. Yəni Olmaz. belə göstərilir ki, o vitamin C çox nətər deyim, redoks potensiallı deyirlər də, belə bir vitamindir. Yəni o mütləq bilinməlidir ki, nə ilə onu qatışdırmaq olar, qatışdırmaq olmaz. Ümumiyyətlə belə məsləhət görürlər ki, heç nə ilə qatmasınlar. Hətta bəzi dərmanlar var, məsəl üçün selen var, tutaq ki, ə, arasında fərq bir neçə saat vaxt olmalıdır. O cür Bəli. təyin olunmalıdır. Hı. Sonra bir də 25 qramın üstünə çıxanda maqni verilməlidir xəstəyə. Maqnini qova bilər bədəndən. O da yəni deyil. Vitamin.
Bəli, bəli. Paskorbin 25 qramın Aha, üstündə olanda artıq maqni qəbul etməlidir xəstə. aha. Yeganə xanım, osteoporozda necə qəbul eləmək lazımdır Paskalbin? Osteoporozda. Osteoporozda başlamaq olar həftədə 2 dəfə ilə. Birinci. Yeri gəlmişkən Aha, onu qeyd edim ki, osteoporozda, osteomalyasiyada Helixor da çox effektivdir. Yəni bunu biz e, qeyd elədim. tədqiqatla yox, yəni kliniki artıq müəyyən eləmişik də, yəni xəstələr üzərində görmüşük ki, Bəli. onların deməli müayinəsi ilə çox yaxşı sümükləri möhkəmlədir də, belə deyək. Osteoporozun qarşısını alır, aradan qaldırır, e, azaldır. Yəni belə lap indi aradan qaldırır deməyim, azaldır. Deməli, sual necə istifadə etsinlər? Həftədə 2 dəfə ilə, yaxud gün aşırı ilə başlaya bilərlər. Sonra həftədə 1 dəfə ilə bir müddət saxlamalıdırlar da əslində. Yəni bunu məntiqlə də düşünəndə, kollagen sintezini yaxşılaşdırmaq üçün, iltihabı nəzarət altına almaq üçün, orada o koferment fəaliyyətini yaxşılaşdırmaq həftədə 1 dəfə, sonra 2 həftədə 1 dəfə ilə uzun müddət saxlamaq olar və sonra da sözsüz öz müalicəsi ilə yanaşı, əgər digər müalicələr alırsa, bəzən onların e, səhhəti imkan vermir bifosfonatlar və sairə qəbul etsinlər. Onda elə paskorbin, kalkohel və sairə qəbul edəcək və bir müddətdən sonra yenidən müayinə olunub baxa bilərlər vəziyyət nə yerdədir. Çox sağ olun. Anemiya xəstəyə 25 yaş vurmaq olar hansı dozada? Əgər dəmir defisitli anemiyadırsa, olar. Dəmir defisitli anemiyadırsa, deməli, e, gün aşırı bir flakon, nömrə 5 bəs edər. Gün aşırı bir flakon. Onu da qeyd edim ki, bax, onların da iynəsini, əgər anemiya üçün, dəmir defisiti üçün, yəni ampula şəklində vurulursa, mütləq onların da arasında 24 saat fərq qoyurlar. Yəni, əvvəl vitamin C-ni vururlar bu gün, tutaq ki, səhərsi gün e, ampula şəklində dəmir preparatını. Hı -hı. Həkim yazır anemiyalı xəstə hemoqlobin 80. Hə. Əslində hemoqlobin 80 olanda əslində hematoloq baxmalıdır ona. Hı -hı. Əslində pediatriyada biz belə düşünürük ki, yəni Bəli. 80-dirsə artıq ona bir hematoloq baxmalıdır. Və mütləq araşdırılmalıdır. 25 yaşında oğlanda nəyə görə hemoqlobin 80 olmalıdır? Bəli. Bəli. Yəni ola bilsin ki, babasili var, xroniki qan itirməsi var. Bununla Qanaxma. bağlıdır. Ola bilsin ki, yaxşı qidalanmır, yaxud mədə problemi var, sorulması zəifdir. Yəni bunlar da mütləq nəzərə alınmalıdır. Yəni yüksək dozalı vitamin C xroniki iltihabı nəzarət altına almaqdan ötürüdür, antioksidan təsirdən ötürüdür, amma biz orada da yenə hər bir xəstəlikdə patogenezi nəzərə almalıyıq. Nədən yaranıb? O Bəli. səbəbi də, həmin səbəbi də mütləq aradan qaldırmağa çalışmalıyıq. Yəni biz mütləq orada araşdırmalıdır. Səbəb nədir? Yəni ola Bəli. bilsin ki, talassemiya daşıyıcısıdır. Yəni bu aydınlaşmalıdır da. Deməklə ki, paskorbini 5 dənə tutaq ki, dedi, köçürür bunu da için, amma səbəbi bilməliyik bir sözlə. Aha. Çox sağ olun. Yeganə xanım, bir həkim soruşur. Əgər yüksək dozada askorbat gidrogen peroksid yarada bilirsə, niyə sağlam hüceyrələr zədələnmir? Hə, buna görə zədələnmir ki, deməli hidrogen peroksid hüceyrəyə daxil olanda onu parçalayan qlutatiyon var, bir də katalaza fermenti var. Hansı ki bu xərçəng hüceyrələrində qlutatiyon var, amma katalaza fermentini ifraz edən peroksizmlər deyilir. Onlar yoxdur ki, onu ifraz etsin o fermenti. Ona görə o
e, hidrogen peroksidi parçalaya bilmir. Ona görə hidrogen peroksid sağlam hüceyrəyə zərər verə bilmir, anındaca parçalanır. Amma rak hüceyrəsi onu parçalaya bilmədiyinə görə hidrogen peroksid özü rak hüceyrəsini parçalayır. Aha, çok sağ olun. Yeganə xanım, siz bayaq dediniz ki, 25 milliqram keçərsə Paskalbin Aha. maqni vermək lazımdır. O 25 milliqram günlük doza. Milliqram yox, 25 qram. 25 qramın üstündə olar verilərsə əgər. Yəni 25 qram təxminən e, 4, təxminən 4 flakon ya 4 da var. 3 flakon yarım da belə. Yəni o cür verilərsə o Aha. maqnini bədəndən çıxartmaq qorxusu var. Ona görə həmin halda maqni vermək lazımdır. Aha. Bu həkim hansı osteoporozdan soruşurdu. Aha. Yazır ki, bu osteoporozun müalicəsi var sxem kimi. Deməli biz fosfatların Aha. hiperinasimist olan xəstələrdə Götürə bilmir də onu. götürə bilməyəndə Ha. bisfosfat. Hə, hə. Onlar özləri də ağır dərmanlardır. Yəni o həkim paskorbini istifadə edə bilər. Helin dərmanı var, kalkohel. Kalkohel istifadə edə bilər. Sonra bir də Leyla xanım, Helin Qunanın preparatı var, interleykin 6, Quna interleykin 6. Hansı ki, xroniki iltihabda o da vacibdir. Yəni yaşlananda, osteoporoz yarananda bu preparatlarla istifadə edib, bir də Helixor da, Helixor yəni siz də bilirsiniz də Leyla xanım, onun biz belə kliniki də gördük ki, yəni çox yaxşı effekt aldı osteoporoz. Yəni bu preparatlardan istifadə edib osteoporozla mübarizə apara bilər, qarşısını ala bilər, yəni sümüklərin möhkəmlənməsini əldə edə bilər. Yeganə xanım, Paskalbin iştahı artırır. Sözsüz ki, iltihab götürülən yerdə, oksidativ stres götürülən yerdə iştaha da artır. Yəni o iştahanı nətər deyim? İştaha dərmanı deyil də. İştaha olmaması özü də bir həyat keyfiyyətinin pis olması, iltihabı bir vəziyyətin olması, bədənin toksinlə yüklü olması deməkdir. Vəziyyətlər götürüləndə yəni dolayısı yolla iştaha da artır. Xərçəng xəstələrində, məsəl üçün, iltihabı götürməklə, immunomodulyasiya etməklə həyat keyfiyyəti yaxşılaşır. Onda elə ilk öncəsində yazılır ki, xəstənin iştahı artır. Yeganə xanım, çox sağ olun sizə. Axırıncı da sualı deyirəm. Qutaraq bizim Aha. vebinarımızı, biz sizi yorduq. Uşaqlara Paskalbin olar və neçə yaşdan olar? Ətraflı 12 bir yaşdan 12 yaşdan bütöv olar. Bütöv flakon 12 yaşdan vurula bilər. vena 12 yaş daxili. vena daxili, bəli. 12 yaşdan aşağı hər kiloqrama 50-100 milliqram çəki ilə istifadə oluna bilər. Amma bu çox az miqdarda edəcək də paskorbin. Evdə 2-3 uşaq olarsa bölüb istifadə edə bilərlər. Amma bir uşaq üçün bir paskorbini alım yarısı qalsın, məncə o düzgün deyil. Amma 12 yaşdan yuxarı olar. Yeganə xanım, çox suallar gəlir ki, bu maqni siz dediniz verməyə. Bu maqni əzələ daxiliyə içmək lazımdır. Fərqi yoxdur. Əzələ daxili, Maqni əzələ daxili deyə bilmərəm. Yəni necə? Əzələ daxili o adətən başqa təsirləri də var da onun. İçməyə içə bilərlər. Paskorbin veriləndə içməyə, yəni maqni bəli, çoxdur, müxtəlif formaları var. Hətta öz bəli. xəstəliklərinə uyğun onu seçə bilərlər. Maqninin hansı formasını içməyə. Özü də o da yüksək doza ilə içilməlidir. Ən az 400 milliqram gün ərzində qəbul olunmalı. Güzel. Hı hı. Ən az, ən aşağı. Yeganə xanım, çox sağ olun.
Həkimlərə də təşəkkür bildirirəm. Çox maraqlı oldu. Sizə Hı. çoxlu təşəkkürlər gəldi. Çox sağ Çox olsun. sağ olun. Mən də təşəkkür eləyirəm. İnşallah ümid edirəm ki, xəstələrinə yüksək dozalı vitamin C ilə daha fərqli, daha tez yaranan şəfa verəcəklər. Sağ olun. İnşallah, inşallah. Çok sağ olun, sağ olun. Sağ olun. Sağ olun.